Zərf mövzusunda olan suallara baxırıq. Test toplusu 11-ci sinif üçün nəzərdə tutulmuş vəsaitdir. Hansı söz zərf deyil? Birinci sualdan başlayaq. Deməli, hansı söz zərf deyil deyir? Qaça qaç. Deməli, burada biz buna bundan sonra feil işlədə bilmirik və nə sualını veririk. Deməli, bu söz isimdir. Cavabımız budur. O bilən məsələn, necə bilək ki, bu da zərfdir? Yan-bayan gedirdilər, hərəkət tələb eləyir. Üzbəüz oturmuşdular. Bu da hərəkət el. Dalbadal deməli gedirdilər deyək. Feil tələb eləyir. Taybatay açıldı qapılar. Deməli feil tələb eləyir hamısı. Cavab oldu A variantı. Hansı cümlədə zərf işlənmişdir deyir. İkinci sualda zərf işlənmişdir. Biz dayanmadan işləyirdik. Tək-tək baxmaq lazım zərf tapmaq üçün əvəzlikdir. Ondan sonra dayanmadan sözünün başlanğıc formasına baxırıq ki, dayan sözdür başlanğıc forması bunun. Deməli feildir bu söz. Feilsə əgər deməli necə çalışırdıq da işləyirdik deyə bilsək belə, yenə də bu zərf yox, feil sayılır. Feili bağlamada özdə bu. Bu sözdə heç. Deməli keçik işləyirdik, bu da feildir. Deməli bir keçdik. Asif isimdir keçdik. Kişi həmçinin isimdir. Gülə-gülə baxırıq ki, sözün kökü güldür, feildir. Yəni feili bağlama şəkilçisi, təkrarlanan feillərə artırılan feili bağlama şəkilçisi var burada. Yenə də bu da getdi. Nəvəsinə isimdir, baxırdı, feildir. 2-də heç. Mən şəhərə getməliyəm. Mən əvəzlikdir. Şəhərə deməli konkret bir getdiyimiz yeri bildirir. Biri var mən ora gedirəm, bir də var şəhərə gedirəm. Konkret olanda biz bunlara isim deyirik. Konkret yer ifadə etdikdə biz onlara isim deyirik. Biz də ona görə bunu xətt çəkirik. Səni getməliyəm sözü də oldu. Deməli feil. İş isimdir, dərhal. Zaman zərfidir, dərhal 4-ü götürə biləcəyik. Onda biz həll olunub. Nə vaxt həll olunub? Dərhal. Sən heç əvəzlikdir. Bugün. Biz baxırıq ki, bugün zaman zərfidir. Bugün çox yorulmusan. Bəli, nə vaxt yorulmusan bugün? 4, 5. C variantını götürdük. Üçüncü suala baxırıq. Deməli, düzəltmə zərfləri müəyyən edin. Çəpəki deməli düzəltmə zaman zərfidir. Daha doğrusu tərz hərəkət zərfidir. Çəpəki dayandılar. Necə dayandılar? Çəpəki oturmuşdu məsələn. Yəni hərəkət tələb eləyir özündən sonra feil tələb eləyir. Özdə sayılır tərz hərəkət zərfliyi. Qələmlə sözü. Biz demişdik ki, konkret isimlərə qoşulan lalə şəkilçisi, lalə hissəciyi zərf şəkilçisi yox, qoşma və yaxud da bağlayıcı hesab olunur. Ona görə də bu da keçdik. Yəni burada leksik şəkilçi göstərməyək. Ümumiyyətlə bu qoşma sayılır burada. Çoxdan sözünə baxırıq. Çoxdan söz fikirləşək. Çoxdan gəlmişdi məsələn. Nə vaxt gəlmişdi çoxdan? Onda dan leksik şəkilçi sayılır burada. Deməli 3-ü də götürürük. Yenidən deməli söhbətə başladı. Nə vaxt söhbətə başladı? Yenidən. Deməli bu da həmçinin yenidən də leksik şəkilçi sayılır zaman zərfi. 1, 3, 4, bir də aşağıda sözünə baxaq. Bizə nə lazım düzəltmə olanlar? Aşağı, yuxarı, ora, bura, harada? Da burada yerli kal şəkilçisidir və aşağı yer zərfinə qoşulub sözdə leksik şəkilçi olmadığı üçün düzəltmə hesab olunmur. Ondan sonra hərdən bir. Hərdən bir sözünə baxırıq. Hərdən bir. Burada 2 dənə sözü görürük biz. Bir hərdən, bir də bir. Zərfdir söz. Hərdən bir bizə gələrdi. Nə vaxt bizə gələrdi hərdən bir? Deməli burada da düzəltmə yox, mürəkkəb zaman zərfi var. Deməli biz götürürük 1, 3, 4. 1, 3, 4 cavabımız B variantındadır. Keçdik 4-cü suala. Quruluqca düzəltmə tərz hərəkət zərfi hansı cümlədə işləmişdir? Quruluqca düzəltmə tərz hərəkət zərfi olsundur. Hər tərəf xüsusi aparatlarla yoxlanılırdı. Yoxlanılırdı xəbərinə. Ümumiyyətlə bir tapaq görək bir zərfi buradan. Hər tərəf. Hara deməli hansı tərəf? Burada oldu. Bu əvəzlik, bu da tərəf ismi. Xüsusi heç, ondan sonra xüsusi aparatlarla. Necə sifətdir bu sözdə? Bunları keçdik üstündən. Aparatlarla, bu da həmçinin keçdik üzərindən. Çünki konkret ismə qoşulub lalə. Ona görə zərf sayılmır, yoxlanılırdı heç. Cahandar heç, xanla heç, ziyad heç, xan heç, xeyli, baxaq görüm. Xeyli mübahisə etdilər. Feilimiz budur, mübahisə etmək. Deməli, xeyli sözü miqdar, sadə miqdar zərfidir. Bizə nə lazımdır? Düzəltmə tərzi hərəkət olsun deyir özdə. Ona görə bu variantın üzərinə keçdik. Getdikcə feilə qoşulub, yeni də görürük, get. Feilə qoşulduqda dikcə.
Feili bağlama şəkilçisi sayılır bu. Keçdik buradan. Taqətdən isim, düşür feil, sözlərini isim, güclə, hə. Deməli burada deyir getdi taqətdən düşür sözlərini güclə deyə bilirdi. Güclə deməli mücərrəd ismə qoşulub və nə tərzdə deyə bilirdi? Deyə bilirdi bizim feilimizdir, xəbərimizdir və güclə sözdə onunla bağlı olan sözdür. Deməli güclə zərfdir, həm də düzəltmə zərfdir, özü də tərzi hərəkət zərfidir. Deməli cavabımız olur C variantı. Dostlar, heç telefonla heç konkret isimdədir, əlaqə saxlayırdılar. Deməli əlaqə saxlayala birlikdə olur. Bu da variantı keçdik. Nənəm kənddə konkret bildirir, yəni kənd yer adıdır. İsimdir bu. Tək heç yaşayır zərfdir, yaşayır. Deməli tək sözü sadə olduğuna görə onu götürmək olmaz. Yaxşı, keçdik 4-cü yox, 5-ci sualımıza. Cümlədə zərfi mənaca növlərin hansına aid nümunə yoxdur deyir. Tək-tək baxırıq da, irəli, yer, y hərfi yazaq üzərinə, çıxıb heç feildir. Bir qədər susdu, feillə bağlıdır. Deməli, bir qədər olacaq miqdar, m yazıram üzərinə. Susdu heç və heç, heyrətdən, donmuş heyrətdən nədir? Bu heç, donmuş heç feildir bunlar. Bu heç əvəzlikdir, adamlar heç, qəzəblə. Süzdü, nə tərzdə süzdü? Qəzəblə. Deməli, düzəltmə tərzi hərəkət zərfidir ki, bunun üzərinə bir t yazaq. Süzdü də heç. Deməli, bizə nə lazımdır? Hansına aid nümunə yoxdur. Yer tapdıq, miqdar tapdıq, tərzi hərəkət. Deməli, zaman tapmamışıq biz. Zaman tapmamışıq. Cümlədə zərfi mənaca növlərinin hansına aid nümunə yoxdur. Yer var, miqdar var, tərzi hərəkət var, kəmiyyət, zaman yoxdur. Ondan sonra yer zərfi vardı. İrəli var orada. Yəni də 4 cavabı var. Hə, var. Mən deyirəm, bir də tək cavabı nə görədir. Deməli, 4-ü götürdük orada. Hansı cümlədə yaxın mənalı sözlərlə yaranan zərf işlənmişdir? Yaxın mənalı sözlər. Səssiz, səmirsiz. Məsələn, bax, səssiz, səmirsiz yaxın mənalı sözlərdir. Hər ikisi səssiz olmağı ifadə edir. Səmir, səs yaxın mənalı sözdür və biz bunu götürə bilərik elə cavab kimi. Zərf də özdən necə çıxdı evdən, nə tərzdə çıxdı? Səssiz, səmirsiz çıxdı. Bu sözü görə biz bunu götürürük cavab kimi. Günortalar deməli yaxın mənalı sözdür. Gün, bir də orta sözlər var. Bu müxtəlif mənalı sözlər gedir. Bu zərfdir. Güllü çiçəkli bağçamızda dincəlir. Nə vaxt? Bu zərfdir, amma ki müxtəlif mənalı sözlərin birləşməsinə. Güllü çiçəkli sözü də sayılır. Mürəkkəb zərf. Mürəkkəb sifət üzr istəyirəm. Bu da heç, bağçamız heç. Bağçamız sayılır nə? Yer mənalı isim. Çünki dəqiq yer ifadə edir. Dincəlirdim heç. Axşam, sabah, əks mənalı, çeşmə sənin başına bilirsənmi necə canlar dolanır. Bu variantı heç. Axşam, sabah zaman zərfidir, amma əks mənalı sözlər. O məqsədinə çatmaq üçün gecə, gündüz əks mənalı deməli sözlərin birləşməsinə yaranan zərf sayılır. Əvvəl-axır mən deyənə razı olacaqsan. Əvvəl-axır yenə əks mənalı sözlərin birləşməsinə yaranan zaman zərfidir, mürəkkəb zaman zərfidir. Cavab A variantı 6-da. 7-ci suala baxaq. Deməli, mürəkkəb zərflərin ibarət nümunələrdir. Mürəkkəb zərflər. Bayram sayağı. Baxım görün, bundan sonra isim fikirləşə bilərəm. Özü də bilmədən ibarət nümunələrdir. Bayram sayağı, özü də bilmədən, hiss etmədən, belə sözlərdir bunlar. Deməli, bayram sayağı sözündən sonra söz fikirləş. Bayram sayağı bəzədilmişdi. Şəhər, bayram sayağı bəzədilmişdi. Deməli, bayram sayağı sözü feil tələb edir. Yəni, nə tərzdə sualın cavabı verir. Ona görə biz bunu götürürük. Mürəkkəb özdə iki sözün birləşməsinə yaranıb. Özü də bilmədən. Burada biz baxırıq ki, bil sözü var. Feildir bu və mədən feil bağlama şəkilçisini görürük burada. O getdi. Deməli, A variantda getdi. Sadəlövhcəsinə. Burada cəsinə şəkilçisini görürük. Düzəltmə tərz hərəkət zərfi yaradır. Sadəlövhdəki sözün kökü, bu da variantda getdi. Bizə nə lazımdır? Mürəkkəb. Basabas isimdir bunlar. A ünsürünün köməyi ilə yaranıb. Şəkilçi də demək olmaz buna. Qaça qaçdı, vurha vurdu. Bunlar isimlər hesab olunur. Ona görə bu C variantı keçdik. 1-ə 5. Mürəkkəb zərflər deyir də. 1-ə 5 sözündən sonra nə söz fikirləşmir? 1-ə 5 artdı. Gəlirimiz 1-ə 5 artdı. Deməli, zərfdir və mürəkkəbdir özdə iki sözün birləşməsinə. Yəni, üzbəüz oturdular. Bu da zərfdir. İki sözün birləşməsi var burada da. Mürəkkəbdir, yəni. Günorta da həmçin. Günorta gəlmişdilər. Bu da mürəkkəb zərfdir. D variantı.
kənddə qaydanda feili bağlamadır. Qabaq-qabağa zərfdir amma. Qabaq-qabağa oturmuşdular məsələn. Bax buna görə zərfdir, amma o kənddə qaydanda ifadə feili bağlama tərkibidir o. Üz-göz olmaq. Üz-göz olmaq məsdərdir. Deməli buna biz deyə bilmərik ki, zərfdir bu. Yaxşı, keçdik neçəyə? 8-ci sualımıza. Cümlələrdən birində zaman zərfi işlənmişdir. Zaman zərfi deyir. Deməli, atası yay aylarında furqonla Ağsudan, Şamaxıdan yaylaqlara adam daşıyırdı. Nə vaxt adam daşıyardı? Bax, birinci hara sual verirəm bura. Nə vaxt adam daşıyardı? Deməli, nə vaxt adam daşıyardı? Yay aylarında. Yay aylarında. Hansı aylar? Deməli, burada deyir ki, cümlənin birində zaman zərfi işlənmişdir deyir. Biz yay aylarında birləşməsinə sual verdik də. Yay aylarında nə zaman aylarında deyə bilirik? Xeyr, deyə bilmirik. A variantını keçdik üzərindən. Çərkəz alışqanı yandırarkən barmaqlarının titrədiyini gördü. Burada nə vaxt titrədiyini gördü? Yandırarkən. Burada arkəni görürük. Biz feilə qoşulub. Deməli, bu variantı keçdik. O qəsdən aradakı məsafəni qısaltdı. Deməli, o qəsdən aradakı məsafəni deyir, qısaltdı. Baxaq görək ki, qısaltdı kim? O. Nəyə görə? Necə qısaltdı? Qəsdən. Qəsdən. Bu tərz hərəkət zərfidir. Deməli, aradakı bu sifətdir, məsafənin də isimdir. Burada zaman zərfi də yoxdur. Keçdik. Bu xəbəri Əhməd elə o gün Cihandan araya çatdırdı. Nə vaxt çatdırdı? O gün. Deməli, iki sözün birləşməsindən yaranan mürəkkəb zaman zərfi. Deməli, cavabımız da elə D variantı olur. Araya çökən sükut xeyli çəkdi. Burada zaman ifadə edən söz yoxdur. Bir dənə xeyli zərfi var. O da miqdar zərfi sayılır. Deməli, bunu keçdik. Yer zərfi olan cümləni müəyyən edin deyir. Yer zərfi olan cümləni müəyyən edin. Gəmi limandan aralandı. Gəmi limandan aralandı. Liman konkret yer ifadə elədiyinə görə, ona görə biz bunu yer zərfi yox, yer mənalı isim götürürük. Keçdik üzərindən. Qağayılar ləpənin üstündə uçuşurdular. Ləpələrin üstündə yer zərfli idi, amma yer zərfi deyil. Çünki konkret yer ifadə eləyir. İstəyirəm. Deməli, burada biz onu götürə bilmərik. B variantını keçdik. Uşaqlar ağacların kölgəsində oynayırdılar. Yəni də harada oynayırdılar ağacların kölgəsində? Yer zərfliyi var, amma konkret məna ifadə eləyir. Yəni burada yer zərfi yoxdur. Keçirik. Biz yolun yarısından geri döndük. Yəni burada var. Bax, geri sözü deməli dəqiq yer ifadə eləmir. Geri hara döndük? Ona görə də bu D variantı yer zərfi olan cümlədir. Dəniz kənarı bunlar heç nə. Bunlar isimlərdir. Hansı cümlədə mürəkkəb zərf işlənmişdir deyir. İşlənməmişdir, deməli. Mürəkkəb zərf işlənməmişdir. Deməli, mürəkkəb. O məqsədinə çatmaq üçün gecə-gündüz çalışırdı. Gecə-gündüz nə qədər çalışır? Deməli, gecə-gündüz. Nə vaxt çalışırdı? Gecə-gündüz çalışırdı. Deməli, burada var mürəkkəb zərf işlənib, ona görə keçdik üzərindən. Ondan sonra bulağın dupduru suyu, dupduru necə suyu? Bu sifət sayılır bu. Ona görə də hələ ki yoxdur zərf. Səhər axşam dərəyə tökülürdü. Nə vaxt tökülürdü dərəyə bu dupduru su? Səhər axşam. Səhər axşam da mürəkkəb zərf sayıldığına görə bunu da keçdik üzərindən. Deməli, o bu əsər üzərində çox həvəslə işləyirdi. Baxırıq burada zərfimiz hansıdır? Həvəslə sözüdür. Çox da ədatdır, bu zərf sayılmır. Həvəslə sözü düzəltmə, tərzi hərəkət zərfidir. Çünki mücərrəd mənalı sözə qoşulub lalə. Ona görə də bu variantı götürə bilərik. Bizə nə lazımdır? Mürəkkəb zərf işlənməyib. Deməli, götürürük C variantını. O birlərinə xətt çəkin, səhərə yaxın burada zərfdir. Əvvəl-axırda da burada zərfdir. Keçdik 11-ci sual. Hansı cümlədə mürəkkəb zərf işlənməmişdir deyir. Mürəkkəb zərf. Deyir, səyyah dənizin içində gecə-gündüz yanan təbii ocaqlardan heyrətlə danışardı. Deməli, danışırdı. Burada bu sözə bağlı da nə vaxt yanan, gecə-gündüz burada işlənib. Mürəkkəb zərf işlənib burada. Sonra qəzetlər səliqəsiz, yəni alt-üst yığılmışdı. Necə yığılmışdı? Deməli, səliqəsiz yığılmışdı. Tərz hərəkət zərfi düzəltmə özü də bu. Çünki yığılmışdı feilinə bağlıdır. Bir də necə yığılmışdı? Alt-üst. Deməli, mürəkkəbdir bu.
Ona görə bu variantın üzərinə keçdik. O da tərcih hərəkət zərfidir. Bu yerləri addım-addım gəzmək. Nə tərzdə gəzmək? Addım-addım. Deməli iki sözün birləşməsi mürəkkəbdir. Ona görə də bu variantın üzərinə keçirik. O gün ki fəsli yaz olur, gecə gündüz taraz olur. Nə vaxt fəsli yaz olur? O gün. Deməli burada iki sözün birləşməsindən yaranan mürəkkəb zaman zərfi var. Deməli amma gecə gündüz sözü zərf sayılmır. Gecə gündüz isim sayılır. Çünki nə sualına cavab verəndə zaman mənalı sözlər isim sayılır. Deməli burada deyir işlənməmişdi, amma işlənib. Bax o gün sözünə görə bir variantın üzərinə keçirik. O asta-asta danışırdı. Deməli hansı cümlədə mürəkkəb zərf işlənməmişdi deyir. O gün ki fəsli yaz olur. Deməli bircə dəqiqə burada baxıram. O asta-asta danışırdı. Burada da varaq asta-asta danışırdı. Burada harasa cavabın üzərinə keçmişəm. Gecə gündüz yanan təbii ocaqların heyrətlə danışırdı. Bu gecə gündüz sözü var burada. Sonra qəzetlər səliqəsiz, yəni alt-üst yığılmışdı. Burada da var alt-üst sözü. Bu yerləri addım-addım gəzmək istəyirdik. Burada da addım-addım var. Deməli işlənməmişdi deyir də ona görə də keçirəm. Deməli o günkü fəsli yaz olur. Belə deyək bu. O gün ki hansı gün fəsli yaz olur? Nə vaxt? Gün. Hansı gün? O gün ki. Əvəzlikdir burada bunun qabağında. Biri var ki o gün sizə gəlmişdim. Bu heç. Biri deyir ki o gün ki. O burada işarə əvəzliyi sayılır. Ona görə də bunu götürürük elə. Cavab kim bu olacaq? O 11-də D variantı olacaq. Amma E variantında da asta-asta tərz hərəkət zərfi mürəkkəbdir özdə. Bunu da üzərinə keçdik. Səhv yazılmış zərfləri müəyyənləşdirin deyir. Səhv yazılmış, tədricən düz yazılıb, bunu keçdik. Bayram sayağı müxtəlif mənalı sözlər olanda bunlar bitişik yazılır. Ondan sonra birbaşa düzgün yazılandır. Çünki müxtəlif mənalı sözlərin birləşməsindəndir və bitişməlidir bu. Təkbətək həmçinin ba, bə, ha ünsürü ilə yarananlar bitişik yazılır. Xaincəsinə y burada artıq olduğu üçün deməli 5-i də götürürəm. Sırağa gündə I burada artıq olduğu üçün 6-nı götürürük. 2, 5, 6 cavabını qeyd edirik. Hansı zərflərin yazılışı səhvdir deyir. Ara bir müxtəlif mənalı sözlərin birləşməsi yarananda isə müxtəlif mənalı sözlər olanda ümumiyyətlə mürəkkəb sözlər bitişik yazılır. Deməli burada səhv yazılıb. 1-i götürürəm. Yan-bayan sözü ba az öncə dediyim kimi belə olanda bitişik olur, düz-düz. Yəni heç bir problem yoxdur. Burada səhv var. A-na yazılır, qəhrəman yox, qəhrəman. Deməli 3-ü götürürük. Səhv söz kimi. Addım başı düzgün yazılır, müxtəlif mənalı sözlərin birləşməsidir. Ondan sonra ara sıra yaxın mənalı sözlər deyərik buna. Əks mənalı sözlərlə, deməli ara sıra. Yəni bu da deyək ki, bitişik yazılmayacaq, çünki bir vurğu altında deyilməyən sözdür. Defislə yazılmağı elə düzgündür. Ona görə bunu da üzərinə bir xətt çəkirik. Dahiyana. Deməli dahiyanə burada ə olmalı idi. Onun üzərinə keçirik. Keçirik yox, daha doğrusu götürürük cavab kimi. 1, 6, 7-yə baxaq. Astadan. Deməli astadan. Astadan sözündə düzgün yazılır. Deməli 1, 6, 7. Bu astadan. Burada D hərfi olmalıdır səhv eləmirəmsə. Buna görə də deməli 1, 6, 7 olacaq. 1, 6, 7. Deməli bir dəqiqə bunun 1, 6. Deməli bu D olduğuna görə. Bu D olduğuna görə burada səhv gəlir. Asta. Buna görə də bunu götürürük. Yəni D, T olmağı düzgün deyil. Bir deməli hansı zərflə yazılış səhv yazılmışdı burada. Deməli 1, 3, 6 idi. 1, 3, 6 idi. Burada heç bir problem yoxdur. Çünki asta belə yazılırdı. Bayaq da çıxmışdı bu söz qabağımıza. De burada. De. Düz yazılıb da söz, yəni problem yoxdur. Mən də burada tərəddüd elədim bu sözə görə. Deməli bunu götürmürük. 7-ni silirik. Qaldı 1, 3, 6 cavabımızı qeyd eləyirik D variantını. Ondan sonra keçdik. Hansı zərflərin yazılışı düzgündür deyir. Qəflətən düzgündür. Birini başladıq. Dost yanə. Düzgündür.
Deməli düzgündür. Ona görə 1-2 ilə başladıq. Addım başı müxtəlif mənalılardır, bitişik olmalı idi. Ara 1 deməli düzgün yazılıb, müxtəlif mənalarda bitişik olmalıdır. Birbaşa həmçinin düzgün yazılıb, müxtəlif mənalardır. Üzbəüz bir dosyanı, yəni dosyanı. Hə, burada A olmalıdır. Üzr istəyirəm. Deməli dosyanı. Burada A. Deməli buna görə bunun üzərinə xətt çəkirik. Bizə düzgün olanlar lazımdır da. Üzbəüz də düzgün yazılıb. Hə. Deməli 1 4 5 6. 1 4 5 6 cavabı burada olduğuna görə bunu götürürük. B variantı. Hansı cümlədə mürəkkəb zərf işlənməmişdir deyir. Gülzar bu xəbəri eşidər eşitməz fe'li bağlamadır bu. Armaz, ərməz burada görürük və ona biz xətt çəkirik çünki bu zərf deyil. Kitablar rəflərə yan-yana düzülmüşdü. Deməli zərf işlənməmişdir deyir. Aha. Elə bunu götürək də A variantını keçirik üstündən. A variantını götürək. Kitablar rəflərə yan-yana düzülmüşdü. Yan-yana var. Burada nə tərzdə düzülmüşdü? Mürəkkəb zərfdir bu. Ondan sonra mən bu barədə az-maz danışmışdım. Az-maz deməli mürəkkəb miqdar zərfidir. Tərəflərindən biri ayrılıqda işlənməyən söz kimi gedə bilər. Mürəkkəb sayılır. Çiçək evdən səssiz, səmirsiz, yaxın mənalı sözlərin birləşməsindən yaranan tərz hərəkət zərfidir. Bunu da keçdik. Ondan sonra dostları ilə dil ucu, bu da düzəltmə tərz hərəkət zərfi sayılır. Deməli oldu A variantı. Ondan sonra 16. Hansı cümlədə mürəkkəb zərf işlənməmişdir deyir. Mürəkkəb zərf işlənməyib. Bir dəqiqə. Hansı cümlədə mürəkkəb zərf işlənməmişdir? Hərdən kəndin üzərindəki yanıqlı-yanıqlı çığıran, deməli burada yanıqlı-yanıqlı sözü nə tərzdə çığıran feilinə bağlı olduğu üçün bunun üzərindən keçirik. O utandığından asta-asta danışırdı. Burada asta-asta zərfi var, mürəkkəb sayılır. Deyir, batır yavaş-yavaş düşmənin səsi. Burada yavaş-yavaş sözü batır sözünə aiddir. Yerlər dəyişilib, inversiya var burada deyənə. Necə batır? Yavaş-yavaş. Bu da mürəkkəb zərf deyir, tərz hərəkət. Bunu da keçdik. Uşaq sevinə-sevinə, bu fe'lə bağlama gedir bunlar. Fe'llərə qoşulanda, deməli ona biz təkrarlanan A şəkilçisi deyə görürüksə fe'llərə qoşulanda onu fe'li bağlama deyirdik. Zərf götürmək olmaz onları. Sonra qələbəyə addım-addım burada da zərf var. Bu da keçdik. Hansı cümlədə düzəltmə zərf işlənməmişdir deyir. Deməli düzəltmə zərf deyir olmasın. Yəni ki, leksik şəkilçisi olmasın zərfin. Döyüş bölgəsinə gecikmədən çatmalısan. Baxırıq indi nümunəmizə döyüş bölgəsinə deyir. Döyüş heç isimdir. Bir dəqiqə bunu şun belə oldu. Döyüş bölgəsinə. Döyüş heç isimdir. Bölgə isimdir. Gecikmədən. Gec sözün kökü gecikmək feili. Burada mədən feili bağlama şəkilçisini görürük. Çatmalısan da feildir. Deməli işlənməmişdir deyirsə elə A variantına başlayırıq. O ucadan danışmağa, dan burada leksik şəkilçidir. Nə tərzdə danışmağa? Bu keçdik. Qışda nə vaxt zaman zərfidir, düzəltmədir. Keçdik bu variantın üzərindən. Dostlar yanakı akı nə tərzdə dayanıb? Deməli bu da düzəltmə zərfdir. İmtahanlarımı müvəffəqiyyətlə verdim. Müvəffəqiyyət deməli isminə qoşulub mücərrəd ismə. Burada da zərf sayılır və düzəltmə zərf sayılır. Deməli oldu A variantı. Hansı cümlədə zaman zərfi işlənmişdir deyir 18-ci sualda. Gölün şərq sahilindəki vulkan sonralar aktivləşdi. Biz baxırıq ki, nə vaxt aktivləşdi? Sonralar. Deməli sonra burada zaman zərfidir və götürə bilərik bunu biz cavab kimi. Deməli sonra dünənki sifət sayılır. Bir dəqiqə bu qələm niyə belə eləyir? Belə qalsın. Deməli, dünənki yağış bu sifətdir. Deməli, bu heç keçdik zaman mənalı. Valaxanada fəhlilər üçün axşam məktəbi açıldı. Deməli, axşam sözünün nə zaman sualına cavab vermək. Nə zaman məktəbi açıldı? Belə bir şey olmadığına görə bunu isim deyirik. Zərf demirik. Balalarını doyurandan sonra bu balaca quşun ürəyi rahatlıq tapdı. Nə vaxt? Boyalanı doyurandan sonra. Əgər bu sonra sözü özündən əvvəlki sözlə birlikdə suala cavab verirsə, onda bu qoşma sayılır. Tək suala cavab verirsə əgər, zərf sayılır. Deməli, bu variantın üzərinə keçdik. Uzaqda dağlar ayın donuq işığı altında mürgüləyirdi. Uzaqda dağlar ayın donuq işığı altında mürgüləyirdi. Burada zaman mənası bildirən heç söz yoxdur.
Deməli bunu da keçdik. Oldu A variantı. 19-cu suala baxırıq. Deyir ki, cümlədə işlənmiş zərflərin mənaca növlərinin düzgün ardıcıllığını müəyyən edin deyir. Səhər-səhər evdən çıxanda, nə vaxt evdən çıxanda? Səhər-səhər deməli zaman zərfi, evdən çıxanda deməli baxırıq ki, evdən heç, çıxanda heç fe'li bağlamadır. Həmişə zaman zərfidir. Ondan sonra küçədə heç isimdir. Qonşu heç, qızla heç, konkret ismə qoşulub rastlaşardım. Deməli 2 dənə zərf tapdıq, ikisi də zaman zərfi, ona görə B variantı. Müxtəlif mənalı sözlərin birləşməsinə əmələ gələn mürəkkəb zərfləri müəyyən edin. Müxtəlif mənalı sözlərin birləşməsindən. Deməli müxtəlif il sözünü keçdik üzərinə, çünki il sözlərini görürük və ba ünsürünün köməyi ilə yaranıb. Sonra 1-ə 5 sözü müxtəlif mənalı sözlərin birləşməsində olanda burada onlar bitişik olur. Özdə heç bir funksiya olmadan, heç bir şəkilçi, heç bir şey olmadan onlar bitişirlər bir-birinə. Deməli 1-ə 5 sözündə ənin köməyini 1-ə 5. Bunu götürmək olmaz. Zərfdir, miqdar zərfdir. O sayılır. Məsələn, əvvəl-axır var, əks mənalı sözlər sayılır o. Dil ucunu götürmək olar, gecə yarını da götürmək olar. Müxtəlif mənalı sözlərdir və onların birləşməsində yaranan zərflərdir hər ikisi. Ara-sıra heç, yan-yana da heç. Dağdan, başdan ayağa da heç. O zərfdir, ev-bə-ev də heç. Deməli, müxtəlif mənalı sözlərin birləşməsinə əmələ gələn mürəkkəb zərfləri müəyyən edin deyir. Müxtəlif. Ara-bir, əl-üstü. Ara-bir bizə gələrdi. Nə vaxt bizə gəlirdi? Ara-bir zaman zərfidir və deməli, müxtəlif mənalı sözlərdir. Ara, bir də bir sözlər. Əl-üstü, deməli, əl-üstü başa düşdü. Yəni, tez başa düşdü mənasındadır. Və görürük ki, müxtəlif mənalı sözlərin birləşməsindən yaranıb. Ona görə də A variantı götürə bilərik elə burada da. Deməli, keçdik. Burada yan-bayan məsələn ba-nın köməyi ilə yaranıb. Eyni sözün birləşməsi günbə-gündə də həmçinin azdan çoxdan əks mənalı, günbə-gün həmçinin eyni sözün, başdan binadan yaxın mənalı sözlər. Deməli, üzbə-üz heç eyni söz. Deməli, bunları keçdik. 20. Diqqətlə otağa göz gəzdirdi, sonra içəriyə daxil oldu. Bir qədər dincəldi cümləsində zərfi mənaca növlərini ardıcıllıqla müəyyən edin deyir. Diqqətlə otağa göz gəzdirdi. Nə tərzdə? Bu tərz hərəkət. Deməli, tərz hərəkətlə başlayacaq. Bu variant keçdi. Ardıcıllıq deyirək bizə. Bu variantda keçdi. Qaldı tərz hərəkətlə olan cümlə. Otağa yer mənası bildirən isimdir. Göz gəzdirdi heç. Sonra tək suala cavab verirmi burada? Bəli, tək suala cavab verir. Deməli, zərfdir və zaman zərfidir. Zaman zərfidir. Tərzi hərəkət zaman. Tərzi hərəkət yer var burada. Keçdim üzərindən. Tərzi hərəkət yer. Bunu da üzərindən keçdim. Qalır E variantı. Tərzi hərəkət zamanı tapdıq. İçəriyə. Deməli, bu yer zərfidir. Konkret yer ifadə eləmədiyinə görə oldu. Bir qədər dincəldi. Hərəkətin miqdarını bildirir və bunu da deyir miqdar. Y variantı. Zaman, yer, mükəmmiyyət. Sağa sola boylandı, biraz düşündü, cəsarətlə irəliyə atıldı cümləsində deyir. Deməli, irəliyə atıldı cümləsində zərfi mənaca növlərini ardıcıllıqla müəyyən edin. Sağa sola yer zərfidir, yazdıq üzərinə, boylandı heç bir az miqdar, kəmiyyət miqdar, cəsarətlə tərzi hərəkət zərfi, cəsarətlə sözü atıldı sözünə aiddir. Ona görə də bunun üzərinə bir tərzi hərəkət yazaq. İrəliyə də yer zərfidir. Ardıcıllıq deyirsə yer, miqdar, yer, kəmiyyət, miqdar deyəndə kəmiyyət, tərzi hərəkət, yer. A variantını götürürük cavab kimi. 24-ə baxırıq. Deməli, hansı cümlədə müxtəlif məna növlərinə aid zərflər işlənmişdir deyir. Müxtəlif məna növlərinə aid zərflər. İmran Almanca səlis danışırdı. Almanca tərz hərəkət, səlis də tərz hərəkət. Almanca danışır, səlis danışır. A variantı keçdi. Eyni oldu da, yəni müxtəlif lazımdır bizə. Dünən əsən külək səngimək bilmir. Deməli, nə vaxt səngimək bilmirdi? Dünən yox, nə vaxt əsən külək? Deməli, dünən. Zaman, əsən külək səngimək bilmir. Axşamüstü şəhəri cəngini alıb uçururdu. Axşamüstü də nə oldu? Zaman zərfi. Zaman zərfi sayıldı. Deməli, ikisi də eyni oldu. Şəhər heç isimdir. Cəngini alıb uçururdu. Bu variantda keçdik. Bayaq dalaşan oğlanlar indi gülüşürdülər. Nə vaxt dalaşan? Bayaq. Deməli, zaman zərfidir bayaq sözü. Dalaşan oğlanlar indi. İndi də zaman zərfidir. Eyni olduğuna görə bu variantda keçdik. Murad qaça-qaça feili bağlamadı. Qaçmaq feilini artırılan A şəkilçisidir. Deməli, bu heç. Özünü Elcana yetirdi və
Birlikdə yola düşdülər. Birlikdə deməli tərz hərəkət zərfi olacaq. Birlikdə. Və başqa yoxdur. Başqa yoxdur. Yola düşdülər də bizim feilimiz. Keçdik bunu. Səbinə yaxşı bilirdi ki, deməli yaxşı sözü tərz hərəkət t yazdıq üzərinə. Nə tərzdə bilir feillə bağlıdır? Elm öyrənmək həmişə burada olacaq zaman. Cavabımız olacaq Y variantı, müxtəlif mənalı. Tərkibində düzəltmə və mürəkkəb tərzi hərəkət zərfləri işləmiş cümləni müəyyən edin deyir. Deməli, düzəltmə və mürəkkəb tərzi hərəkət zərfləri. Deyir, ay ağır irəliləyir, mürəkkəbi görürük. Nə tərzdə irəliləyir? Ağır. Deməli, tərz hərəkətdir, özü də mürəkkəbdir. İrəliləyir, bu feildir. Deməli, təklikdə kainata tamaşa edirdi. Necə kainata tamaşa edir? Təklikdə. Deməli, bu da düzəltmə olandı, yəni leksik şəkilçisi olandı. Bizim şərtimizə uyğunda tərkibində düzəltmə və mürəkkəb tərz hərəkət zərfləri işləmiş cümləni müəyyən edin. A variantını götürə bilərik. Tez, deməli, bunlara heç baxmırıq. Keçək 26. Hansılar düzəltmə zərfləridir deyir. Düzəltmə. Bağda yer mənalı isimdir. Onu keçdik. Ondan sonra dil ucu iki sözün birləşməsindən yaranıb. Keçdik bunun. Mürəkkəbdir. Yanakı dayandılar. Bunu götürə bilərik 3-ü. Bayaqki ki şəkilsiz sifət yaradır burada. Bayaqki hadisə. Hansı hadisə? Bunu götürə bilmərik. Qəflətən məsələn deyək ki, gəldi. Bunu götürə bilərik. Bizə nə lazımdır? Düzəltmə lazımdır. Qəflət əndələksi şəkilçi necə gəldi? Qəflətən gəldi. Tərcəki düşməncəsinə hərəkət etdi. Nə tərzdə? Deməli, burada cəsinəni görürük. Zərf yaradan şəkilçilərdən biridir. Ona görə altında götürdük. Ad iki sözün birləşməsindən yaranıb və mürəkkəb gedir bu. Hirslə deməli danışırdı. Necə danışırdı? Mücərrəd mənalı hirs sözünə qoşulub və o düzəltmə tərz hərəkət zərfi sayıla bilər. Oldu bizim üçün deməli 3, 5, 6, 8. 3, 5, 6, 8 deməli D variantı. Nümunələrin birində defislə yazılmış zərf işlənmişdir deyir. Defislə yazılmış zərf. Qaça görürük biz burada diqqətimizi cəlb edir və feili bağlama sayılır. Çünki qaç feilini artırılıb. Tətil günləri dönə babama baş çəkdik. Burada dönmək feili yox, elə birbaşa dönə dəfələrlə mənasında olduğuna görə zərf sayılır. Cavabımız da elə budur. Deməli, o birlərinə baxaraq dönə, maşın dönə. Burada dön feilindən söhbət gedir. Də burada feili bağlama şəkilçisi. Keçdik bunun üzərinə. Uşaqlar sevindiklərindən atılıb düşürdülər. Bu da deməli, nə lazımdır bizə? Feildir bu. Atılıb düşürdülər. Mürəkkəb feil hesab olunur. Keçdik bunun üzərindən. Həyət baca konkret yer mənası ifadə edən isimdir. Yer. Səliqə səhman yaradılmışdır. Nə yaradılmışdır? Bunlar isimdir. Səliqə səhmandır, həyət bacadır. Bunlar keçdik üzərinə. Cavab B variantı. Tərkibində həm sadə, həm düzəltmə zərf işlənmiş cümləni müəyyən edir. Həm deyir sadə, həm də düzəltmə deməli zərf işlənsin deyir. Deməli sadə, düzəltmə. Yayda deyir, deməli yayda kəndimizin axşamları sərin olur. Burada yayda sözündə danı görürük. Nə vaxt? Kəndimizin axşamları. Axşamları sözünün nə zamanları sualına cavab vermir ki, yox, isimdir onda. Bax, bunlara baxırıq. Deməli, bizə nə lazım? Sadə düzəltmə. Düzəltmə var, amma sadəsi yoxdur. Sərin olur heç. Deməli, sərin olur, ikisi birlikdə feil sayılır. Ona görə də mürəkkəb feil gedir. Yəni, bu zərf sayılmır burada. A variantına keçdik. Səbinə indi aylıq maaşını qənaətlə xərcləyirdi. Deməli, indi burada görürük ki, zaman zərfidir və sadədir. Aylıq maaşını, aylıq söz sifətdir. Bu heç keçdik üzərindən maaş sözündən. Qənaətlə xərcləyirdi. Qənaət mücərrəd isminə qoşulan lə şəkilçisini görürük burada. Və bu da düzəltmə tərz hərəkət zərfi hesab olunur. B variantını götürə bilərik. 29-a keçək. Tərkibində həm sadə, həm də mürəkkəb zərf işlənmiş cümləni müəyyən edir. Həm sadə, həm düzəltmə. Həm sadə, həm mürəkkəb bilirsiniz. Deməli, Nərmin verilən suallara sakitcə cavab verdi. Deməli, sakitcə cavab verdi. Nə tərzdə cavab verdi? Burada olacaq C nə hesab olacaq? Ədat. Ədat deyirik belə şeylərə. Burada heç ümumiyyətlə deyək ki, düzəltmə zərf götürmək olmaz bunu. Cazə dil mənasında yaradan sözlər, dil mənasında olan sözlər yaradanda götürülür tərz hərəkət zərfi.
Deməli burada yoxdur da bu A variantını keçdik üzərinə. O tez tələsik yığışıb buranı tərk etdi. Tez tələsik yığışıb. Nə tərzdə yığışıb? Tez tələsik. Deməli burada bir görürük ki, mürəkkəb zərf var burada. Bir dənə də var burada bura. Bura sözü deməli yer zərfidir. İsimləşən yer zərfini görürük burada. Deməli isimləşən yox, üzr istəyirəm. Deməli isimləşmək olur ki, onda olurdu ki, cəm, mənsubiyyət, yiyəlik, bir də yiyəlik, təsirlik desin. Yəni bunlar olanda cəm, mənsubiyyət, təsirlik də var idi, isimləşən. Deməli bu bizim şərtimizə uyğun gəlirmi? Bəli, uyğun gəlir. Bizə sadə və mürəkkəb hər ikisi də var. B variantını götürə bilərik cavab kimi. Deməli keçdik 29-u baxdıq 30-a. Hansı cümlədə sadə zərf vardır? Cəmaət yavaş-yavaş dağılışdı. Yavaş-yavaş mürəkkəbdir. Ona görə keçdik üzərindən. Qapını ehtiyatla örtdüm. Ehtiyatla deməli tərzi hərəkətdir, özü də düzəltmədir. Mücərrəd ismi qoşuldu ona görə. Lalə orada zərf şəkilçi sayılır. Anar axşamlar işləyir. Nə vaxt işləyir? Axşamlar. Kökörü şəkilçi ayıram. Görüm leksik şəkilçi yoxdur. Bizə nə lazımdır? Sadə zərf işlənsin. Götürürük C variantını. Ondan sonra keçdik. Hansı cümlədə dan şəkilçisi əvəzlikdən zərf düzəldib? Əvəzlikdən zərf düzəltin. Hərdən demək istəyir çox güman ki. Birdən, hərdən, ha belə. Deməli baxırıq burada həpənin üstünə dandan nə vaxt sualına cavab verməli. Birdən ağlıma qəribə fikirlər gəldi. Nə vaxt? Birdən. Bu birdən götürməyəcək də. Çünki saydan yarına bax. Bizə nə lazımdır əvəzlikdən? Deməli bu variant getdi. Buralarda görmürük. Uşaqlar nə vaxtdan bizi gözləyir. Deməli nə vaxtdan sözünü götürmək olmaz. Deməli sual mənası verir də, yəni deməli sonra ucadan, burada ucadan sözü var. Götürürük bunu, amma əvəzlikdən yox. Bu uca sifətinə yaranıb. Keçdik variantların üstünə. Səni hərdən ondan soruşuram. Deyə burada da elə. Hərdən nə vaxt soruşuram səni? Hərdən. Deməli, dən burada şəkilçidir. Hər də təyini əvəzlikdir. Cavabımız da elə budur. Ondan sonra bizdən sonra heç kim danışmadı. Kimdən? Burada da əvəzliyi qoşulub, amma çıxışlı hal şəkilçidir. Verilmiş cümlələrdə zərfi mənacı hansı növlər işləmişdir? Zərfi mənacı hansı növ? Taksi sürücüsü gəldi görürük burada tərz hərəkət. Bizə yaxınlaşıb, bizə sözü əvəzlikdir. Yaxınlaşıb barmağı ilə yuxarının yer zərfidir. Yuxarı deməli. Tərz hərəkət yer. Tərz hərəkət yeri tapmışıq. Cinayətkar dəstənin üzvləri zorla aşağı, zorla nə olacaq? Tərz hərəkət zərfi olacaq. Deməli götürək elə A variantında burada. Sonra cümlənin birində sadə düzəltmə və mürəkkəb zərf işləmişdir. Sadə düzəltmə və mürəkkəb zərf. Deməli qəzəblə düzəltmə dediyi sözləri indi gülə-gülə feili bağlamadır. Keçdik üzərindən A variantı getdi. İrəlidə sadədir, irəli dədir. Qrammatik şəkilçi gedənlər hərdən bir deməli olacaq. 2 dənə sözün hər, bir də bir. 2 sözün birləşməsindəndir, mürəkkəbdir bu. Amma sadəsi hardadır bunun? Düzəltməsi, sadəsi də var, mürəkkəbi də var. Arxa məsələn yer zərfidir, amma sadədir. Burada yoxdur. Nə yoxdur? Düzəltmə yoxdur. Ona görə keçdik. İndi sadə. Bu sahədəki uğurlarımız sanki bir qədər artıb. Sahədəki sifətdir, bir qədər də bizim mürəkkəb, miqdar zərfimiz, kəmiyyət zərfimiz, amma düzəltmə olan yoxdur. Burada getdi. Çoxdan yağan qar nə vaxt yağan? Burada deməli olacaq. Çoxdan sözünə baxırıq. Nə olacaq? Bu zaman zərfi, özü düzəltmə, yağan qar. Hələ də, bu da sadə zaman zərfi əriməmişdir, amma mürəkkəb olan yoxdur burada. Sadə düzəltmə və mürəkkəb zərf işləmişdir. Ona görə bu D variantını keçdik. Sabah sadə düşmənlə yenidən, deməli yenidən sözünə baxırıq bura ki, yenidən sözü nə vaxt leksik şəkilçi üz-üzə gələcək. Deməli bu da tərz hərəkət zərfi, özü də mürəkkəb, hər üçü var burada. Ona görə bunu götürə bilərik. 34-ə baxaq. Quruluqca mürəkkəb yer zərfi hansı cümlədə işləmişdir?
yer zərfi olsun, özü də mürəkkəb olsun. Əskərlər gölün kənarında sakinlərlə rastlaşdılar. Gölün yanında söz birləşməsidir. Bu heç keçdik. Zərf yoxdur burada. Arabir yağan yağış birdən gücləndi. Burada yer zərfi yoxdur ümumiyyətlə. Arabir var. Deməli o da zaman zərfidir. Deməli yaz olmasına baxmayaraq içəri sözü nə olacağı yer zərfidir, amma sadədir. Deməli keçdik bunun üzərindən. Göyün üzü qara buludlarla örtülmüşdü. Göyün üzü deməli söz birləşməsi ümumiyyətlə zərf yoxdur burada. Cəmaət üz aşağı, hə deyə burdadır, üz aşağı. Yer zərfidir, konkret yer ifadə eləmir. Hansı nümunədə la, lə zərf düzəldən şəkilçi deyil? Zərf düzəldən şəkilçi nə vaxt olmaz la, lə? Konkret mənalı sözlərə qoşulanda. Mən sənə rəğbət mücərrəd sözdür və yanaşıram. Bunu keçdik, çünki zərf yaradıb. Leksik şəkilçidir. Əskərlərimiz dəyanətlə vuruşurdular. Dəyanət deməli həvəs mənasındadır. İgidlik mənasındadır. Deməli burada da mücərrəd ismi qoşulub, burada zərf şəkilçisi hesab olunur. O vəziyyətdən məharətlə çıxdı. Bu eyni şeydir burada da. Deməli burada da zərf şəkilçisi sayılır. Uşaq səbirlə, təmkinlə sualları, səbirlə nə tərzdə təmkin, səbir mücərrəd isimlərinə qoşulub. Bu variantda getdi. Zərflərdir bunlar hər ikisi. Mənimlə belə danışma. Mənim ilə deməli bu əvəzliyə qoşulmuş ilə qoşmasıdır. Mücərrəd ismə qoşulma məsələsi yoxdur. Konkret ismə qoşulma məsələsi yoxdur burada. Deməli götürdük E variantı ki, zərf düzəltən şəkilçi deyil. Hansı nümunədə dan zərf düzəltən şəkilçi deyil? Nə vaxt zərf düzəltən şəkilçi olmaz? Kimdən, nədən, haradan sualına cavab verəndə, bir də ki nə sualına cavab verəndə, yəni güldan, məsələn çaydan, belə sözlər olanda. Tahi lətifənin əksinə olaraq ucadan, necə danışırdı ucadan? Bu zərf şəkilçisidir. Bir neçə gündən sonra, deməli nə vaxtdan sonra burada bu çıxışlı şəkilçisi, sonra deyir Fatma Şuşadan haradan, burada çıxışlıqdır, Gəncəyə qayıtdı. Bu variantı getdi. Zərnişan, işlənmişdi deyir də. Zərf şəkilçisi kimi işlənmişdir. Hadi tapdıq da elə. Mən niyə keçdim onun üzərinə? Deməli A variantı. Deməli burada deyir ucadan danışırdı. Nə tərzdə danışırdı? O birlərində isə deyək ki zərf şəkli. Burada məsələn B variantında oxular çıxışlı hal şəkilçisi olur. Zərnişan aydan arı. Aydan sözündə deməli nədən çıxışlı hal şəkilçisidir? Sudan nədən? Dildən nədən? Bunlar hamısı getdi. Sonra elələrindən, kimdən və yaxud da çıxışlı hal şəkilçisi. Ondan sonra kimdən soruşurlar? Kimdən elə çıxışlı hal şəkilçisidir orada da. Suala cavab verməyən suala özləyib. Deməli oldu A variantı ki, zərf yaldan şəkilçidir. Keçdik. Deməli 37. Hansı mürəkkəb zərflər defislə yazılmır? Defislə yazılmır deyir. Ba. Ba yazılmayanlar. Deməli hamısı o birlər defislə yazılır, bir dənə o yazılmır. Mürəkkəb zərflərin biri səhv yazılmışdır. Səhv yazılmışdır. Baxaq bir dənə bunların taybatay 1-ə 5, hərdən 1. Müxtəlif mənaların birləşməsində olanda nə olacaq? Bu ixtisara gedəcək buradan. Ona görə də bu səhv yazılıb. Üzü yuxarı kimi məsələn bitişik yazılıb. Bu da həmçinin belə yazılmalı idi. Hansı cümlədə düzəltmə zərfin yazılışı səhv olmuş? Düzəltmə zərfin yazılışı səhv edilmişdir. Deməli dahiyanə. Deyə bayaq da bu sual çıxmışdı qabağımıza. A variantıdır. Burada deməli A variantını yazılışı düzəltmə zərfin dahiyanə. Düz verilib burada dahiyana yox. Bayaq bu deyildi desən. Dahiyanə. Ana leksik şəkilçidir. Dahi də sözün köküdür. Döyüşçülər cəsarətlə olmalıdır da bu, düzdürmü? Hücuma keçdilər. Cəsarət adam adı deyil ki, burada onunla birlikdə qoşma kimi yəni hərəkətə keçsinlər. Adam adı olsaydı əgər xüsusi isim böyük hərflə olardı ən azından. Düzdür? Ona görə bu söz necə yazılmalıdır? Cəsarətlə. Cəsarətlə. Belə yazılmalıydı və cəsarət mücərrəd mənalı isim sayıldığına görə burada da zərf şəkilçisi sayılır və belə yazılmalıydı. Ayrı yox ancaq. Götürürük B variantı. Məktəblilər heç, döyüşçülər heç isimlərdə heyrətlə baxırdılar. Heyrətlə sözü zərfdir, amma düzgün yazılıb. Çünki bu bitişikdir. Heyrət mücərrəd mənalı isimdir. Bu variantın üzərinə keçirik. Təranə ərəbcə yaxşı bir dil mənası yaradıb. Düz yazılıb. Səlim birdəndir ayağa qalxdı. Birdən sözünə düz yazılıb. Nə vaxt ayağa qalxdı? Bunlarda heç bir problem yoxdur. Ondan sonra zəng vurulandan sonra
Sonra da xeyli oturdum, yazı işlərini diqqətlə yoxladım cümləsində zərfi mənacı hansı növlər işlənmişdi, arıcılığı müəyyən edin. Zəng vurulandan sonra. Bu sonra dedik ki, tək suala cavab veriləndə nə sayılır? Zərf sayılır. Yox, özündən qabaqki ilə birlikdə suala cavab verəndə onda qoşma sayılır. Nə vaxt xeyli oturmuşam mən? Zəng vurulandan sonra. Bax, qoşuldu ikisi bir-birinə. Qoşuldu. Onda bu qoşmadır. Qoşma. Zəng vurulandan sonra həllik zərfi görməmişik. Xeyli oturdum. Bax, burada görürük ki, kəmiyyət, miqdar. Kəmiyyət. Ondan sonra oturdum heç. Yazı işlərini nəyi, heç nə yoxdur. Diqqətlə. Diqqətlə də ki, tərzi hərəkət zərfidir. Bizə nə lazımdır? Arıcılıq, kəmiyyət, tərzi hərəkət. Kəmiyyət, tərzi hərəkət D variantında. Qapını açandan sonra yavaşca içəriyə boylandı, salamlaşdı və oğlunu xəbər aldı cümləsində zərfin mənacı hansı növlər işlənmişdir. Baxaq görək qapını açandan sonra. Yenə də görürük ki, bu sonra sözü qoşulub nədir özündən əvvəlkinə. Nə vaxt boylandı qapını açandan sonra. Burada nə olacaq? Qoşma. Qoşma. Yavaşca bu nə sayılır burada? Ədat. Ədat sayılır. Sifətə, saya, zərfə qoşulanda belə nümunələr ədat deyirlər. Yavaşca içəriyə boylandı. Bu zərfdir, amma sadə zərf deyərik buna. İçəriyə bizə nə lazımdır? Sual ki, zərfi məna növlərini. Yavaşca içəriyə deyirsə tərzi hərəkət. Sadə. Tərzi. Tərzi hərəkət. Sonra içəri yer. Konkret yer ifadə eləmir. Salamlaşdı və oğlunu xəbər aldı. Heç nə yoxdur. Tərzi hərəkət yer. A variantında. Tərkibində kəmiyyət zərfi olan cümləni müəyyən edin. Bu aşdan deyir doyunca. Feilə qoşulubsa, bax doyunca feili bağlama şəkilçisidir. Bu yox getdi. Azlıq çoxluğa tabe edir. Deməli lıq şəkilçisi isim yaradı burada. Azlıq nə? Nə azlıq, nə çoxluq. Deməli başlanğıc formaya baxdıqda bura. Ona görə də bunlar isimdir hər ikisi. Sevil bu barədə çoxdan düşünürdü. Nə vaxt düşünürdü? Çoxdan. Burada zaman zərfi sayılır çoxdan. Zaman zərfi sayılır bu variantda getdi. Onlar bazardan xeyli meyvə aldılar. Nə qədər? Xeyli sözü meyvə ismi ilə bağlı olduğuna görə say. Bu variantda keçdik. Az danışmaq, az sözü danışmaq feilinə bağlı olduğuna görə hərəkətin miqdarını bildirir. Ona görə budur. Deməli, tərkibində zaman və tərz hərəkət zərfləri olan cümləni müəyyən edin. Zaman həm də tərz. İllər beləcə bir-birini əvəz edirdi. Nə? İllər, isim. Belə sözlər nə sualına cavab verəndə, ismi sualına cavab verəndə isim sayılır. Beləcə bir-birini əvəz edirdi deyir. Deməli, burada cəhənnə sayılacaq ədat. Əvəzləyərləri qoşulur hətta. Bir-birini əvəz edirdi, bir-birini də heç. Deməli, əvəz edirdi. Bizə nə lazım? Yoxdur bu variantda da. Axşamüstü deməli oldu zaman zərfi. Özü mürəkkəb. Sonra çobanlar heç sürünü otara feili bağlamadı. Otarmaq feilinə qoşulub. Ona görə bunu da keçdik üzərindən. Burada yoxdur. Anban zaman zərfidir. Artan xəzri göz açmağa imkan vermirdi. Zərf hansıdır? Bir dənə budur. Anban artan. Deməli bu oldu. Nə vaxt, necə artan? Nətərdə? Anban artan. Deməli bunu götürdük deməli tərz zaman kimi nə zaman artan deməli xəzri göz açmağa imkan vermirdi. Burada başqa yoxdur. Bir dənə burada zərf. Dünən zaman ondan sonra sizin yolunuzu səbirsizliklə gözləyirdik. Səbirsizlik necə gözləyirdik? Səbirsizliklə. Deməli lik bir də lə. İki dənə sözdür. Səbir sözün kökü siz də leksi şəkli. Deməli bu da biri budur, bir də budur. Dün şərtimizə uyğundur götürürük bunu. Futbol həm yaşlılar, həm də uşaqlar arasında çox məşhurdur. Çox nə sayılır ədat? Yoxdur burada. E variantında. Keçdik 44-də. 44-də tərkibində zaman və tərz hərəkət zərfləri olan cümləni müəyyən edin. Zaman olsun bir də tərz hərəkət. Həmişə mən bunları görə susurdum deyir. Həmişə mən bunları görə susurdum. Deməli nə lazımdır bizə? Zaman olsun, bir də nə olsun? Tərzi hərəkət olsun. Həmişəni götürdük zaman. Sonra tərzə görə feil bağlamadı. Bu variant getdi. Biz xəzəllərin üstü ilə tələsmədən nə sayılacaq feil bağlama? Bunu da keçdik variantın üzərinə. Gənc xəfifcə
Gülərək, nə tərzdə gülərək? Xəfifcə. Tərz hərəkətdir, sadə. Gülərək fe'li bağlamadır. Bu da keçdik. Gecə körpə qəfildən oyandı. Nə zaman? Zamandır burada. Körpə qəfildən necə oyandı? Qəfildən. Bu da tərzi hərəkət zərfi. Deməli bizə nə lazım? Zaman, tərzi hərəkət götürdük D variantını. Cümlələrin birində zaman, tərzi hərəkət və yer zərfləri işlədilmişdir. Dünən futbolçularımız cəsarətlə oynayaraq xal hesabı ilə irəli çıxdılar. Nə vaxt? Dünən. Zaman zərfi. Bizə nə lazımdır? Zaman, bir də tərzi hərəkət, yer zərfləri. Futbolçularımız cəsarətlə tərzi hərəkət. Deməli bunu da götürdük. Cəsarətlə. Bunu da götür, oynayaq xal hesabı ilə irəli. İrəli yer zərfidir. A variantını götürə bilərik də onda. Sonra cümlələrin birində yer, tərz hərəkət və zaman zərfləri işləmişdir. Yer, tərz hərəkət, bir dəfə çəkək, tərz hərəkət, zaman. Gecə bərk tufan qopdu. Nə vaxt gecə? Deməli zaman. Bərk tufan qopdu. Necə tufan? Necə qopdu? Bərk qopdu. Deməli bunu da götürdük tərz hərəkət. Deməli bağdakı heç sifətdir. Çürük ağacları kökündən qopardı. Burada yoxdur. Deməli nə olmadı? Zaman var, yer yoxdur. Dünən zaman uşaqlar səhnədə məharətlə rəqs edir. Nə vaxt? Dünən. Zaman zərfi var. Uşaqlar səhnədə heç isimdir. Məharətlə zərfdir, tərz hərəkət zərfi. Deməli bunu götürə bilərik. Başqa yoxdur, ancaq yer yoxdur. Arada da var ki, bunu musiqiçilərin daha da şövqə gətirdilər. Yoxdur burada yer zərfi. İrəlidə, harada? Yer zərfi. Deməli bunu götürdük. Tanklar yan-yana düzülərək, nə tərzdə düzülərək? Tərz hərəkət zərfi. Bunu da götürdük. Hərdən bir düşmənə cavab atəş açırdı. Nə vaxt? Hərdən bir. Bu da zaman zərfi. Üçü də var burada. Götürürük bunu. Keçdik 47-yə. Hansı cümlədə iki sadə zaman zərfi işləmişdir? Sadə zaman zərfi 2 dənə olsun. İçəridə uşaqlar dərs oxuyur. Hərdən düzəltmədi. Sual edirlər. Variant keçdik. Gecə yarı başlayan şiddətli tufan səhərə yaxın mürəkkəbdir. Qapımızdakı çinar ağacını kökündən qopardı. Burada da yoxdur. Bir dənə də özdə. Uzaqdan görünən çinar ağacları kənddə xüsusi bir gözəllik verirdi. Yoxdur ki, burada heç bir zaman keçdik. Birdən-birə gürültü ilə gələn sel bənd-bərəni dərhal biri burada sadə yıxdı, qarşısına keçəni süpürləyə apardı. Bir dənədir bu. Deməli, bunu keçdik. Dünən başlayan yağış nə vaxt? Bu sadə zaman zərfi. Yağış səhər də kəsmək bilmədi. Nə vaxt? Səhər. Bu da E variantıdır. Hansı cümlədə iki sadə zaman zərfi həmin şərtdə olan cümlədir? Aşağıdakı binalar yeni təhvil verilib. Burada yoxdur. Bayramsağı bəzənmiş şəhər nə tərzdə gözəl görünür. Zaman yoxdur burada. Dünənki söhbət, yəni dünənki sifətdir. Söhbət yenidən gündəmə gəldi. Yoxdur burada. Birdən-birə hava tutuldu. Nə vaxt tutuldu? Bu mürəkkəbdir. Bunu keçdik. Güclü yağış yağdı deyir. Burada da yoxdur. Axşam, yəni biri burada sadə. Yarımçıq qoyduğum işi indi. Burada sadə. 2 dənə sadə zaman zərfini tapdıq burada. Nümunələrin birində yer zərfi fe'li sifətə aiddir. Yer zərfi olsun, özdə fe'li sifətə aid olsun. Deməli, meşəni yandıran şəxsləri, baxaq, yer zərfli yoxdur ki, burada. Heç yer zərfi yoxdur burada. Bu yer mənalı isimdir, bu heç sayılmır yəni. O ürəyindən keçən sözləri, ürəyindən isimdir, heç sözləri dilinə gətirmədən fe'ldir, yuxarı qalxdı. Yuxarı bax, yer zərfi buradadır. Yuxarı söz nə ilə bağlıdır? Qalxdı sözünə. Qalxdı fe'li sifət deyil ki, yox. Xəbər şəklində olan sözdür. Bu da keçdik. İçəri daxil olan müəllimi uşaqlar sevinclə qarşıladılar. İçəri yer zərfidir, bəli. İçəri söz nəyə aiddir? Daxil olan fe'li sifətinə aiddir. Ən. Daxil olan fe'li sifətinə aiddir. Onda cavabımız elə budur. Yer zərfi fe'li sifətə aiddir. Keçdik, deməli, ondan sonrakına 50-ci suala. Hansı cümlədə dan zərf düzəldən şəkilçi deyildir? Hansı cümlədə dan zərf düzəldən şəkilçi deyil? O əlini aşağı, deməli, dan zərf düzəldən, deməli, o əlini uşağın çiyninə qoyub astadan soruşdu. Necə soruşdu? Bu zərf düzəldən şəkilçidir. Necə? Çoxdan unutmuşam, nə vaxt? Bu da keçdik. Onun şəhərdən qayıtdığı bir neçə gün olardı. Onun şəhərdən qayıtdığı. Haradan? Deməli, burada haradan sualına cavab verdiyi üçün buna görə götürürəm zərf düzəldən şəkilçi olmayan vəziyyəti, yəni çıxışlı hal şəkilçisi kimi. Deməli, əgər kimdən, nədən sualına cavab verirsə, haradan sualına cavab verirsə, zərf şəkilçisi hesab olunmur. 51. Hansı cümlə dan zərf düzəldən şəkilçi deyil? Həmin məsələ.
Dərindən kök götürdü. Necə? Bu leksik şəkilçi. O xeyli vaxt olardı ki, kənddən uzaq. Haradan? Kənddən. Hə, cavab budur. B variantı. Tərkibində tərz hərəkət və yer zərfi olan cümlənin müəyyən edin. Həm tərz hərəkət olsun, həm də yer zərfi olsun deyir. Yazda deməli uşaqlar məktəbin həyətində ağac əkdilər. Nə vaxt? Bu zamandır. Bizə zaman lazım deyil ki, yox. Məktəbin həyətində isimlərdir bunlar heç. Yoxdur heç nə orada. Böyüklərə qarşı həmişə diqqətli və qayğıkeş olun. Böyüklərə qarşı deyir həmişə. Həmişə burada zamandır. Diqqətli və qayğıkeş olun. Baxaq görüm diqqətli bu da zərfdir. Zaman burada, bu da tərz hərəkət. Baxaq düz gəlim tərz hərəkət yer zərfi lazımdır. Yoxdur. Eldar New York isimli yaşayan Harry ilə tez-tez məktublaşırdı. Burada da yoxdur. Deməli, evin ağsaqqalı gələnləri hörmətlə qarşılayır. Bizə nə lazımdır? Tərz hərəkət yer. Hörmətlə tərz hərəkət, içəridə yer zərfi. Konkret yer ifadə eləməyəndə ona yer zərfi deyirlər. D variantını götürdük. Düzəltmə kəmiyyət zərfinin işləndiyi cümləni müəyyən edin. Düzəltmə olsun özü kəmiyyət. Hüseyn başqa uşaqlardan fərqli olaraq xeyli meyvə dərmişdir. Nə qədər meyvə? Xeyli sözü saydı burada. Çünki meyvə isminə bağlıdır. Keçdik üzərindən. Bir neçə aydan sonra xəstə tamamilə sağalmışdı. Nə vaxt sağalmışdı? Nə qədər sağalmışdı xəstə? Tamamilə. Yəni sağalmağının miqdarını bildirir. Deməli, ona görə də biz bunu tamamilə sözünü götürə bilərik. Tamamilə belə. Düzəltmə kəmiyyət zərfi. O bilərinə baxaq. Usta bir qədər düşünüb oradan uzaqlaşdı. Bir qədər mürəkkəb deməli miqdar zərfidir, kəmiyyət zərfidir. Sədaqət pərişanı şəpəki süzdü, tərz hərəkətdir, miqdar yoxdur burada. Pərviz qonaqlarla dil ucu, bu da tərz hərəkətdir. Burada da götürmək olmaz. Deməli, keçdik 54-cü suala. Nümunələrin birində zərf işlənməmişdi deyir. Təhsilə marağı olanların sayı günbəgün artırdı. Deməli, günbəgün artırdı. Deyir ki, təhsilə marağı olanların sayı günbəgün artırdı. Nə vaxt artırdı? Yəni, hər gün artırdı. Burada heç var zərf burada. Deməli, bağa gələnlərin maşınları kiçik meydançada yan-bayan dayanmışdı. Necə dayanmışdı? Yan-bayan. Bunu baxırıq, tərz hərəkət var burada, zərf var cümlədə. Bu dəfə atəş səsləri dalbadal eşidildi. Necə eşidildi? Dalbadal. Burada da var zərf. Deməli, keçdiyimizdən Koroğlu metrosunun qarşısı. Dakı, burada dakı var. Dakı olanda nə olur? Sifət olur da, bu bizlik deyil. Xiyabanda rəng-bərəng çiçəklər, burada da sifətdir. Necə çiçəklər? İsimlə bağlıdır. Göz oxşayır. Burada yoxdur. Burada zərf yoxdur bu cümlədə. Götürürük D variantını. E-yə baxaq. Azərbaycan iqtisadi göstəriciliyinə görə ilbəil güclənir. Necə güclənir deyir? İlbəil. Deməli, burada da ilbəil zərfi var. Deməli, E variantını götürmürük. Keçdik. Cümlənin birində daha şəkilsiz zərf düzəltməmişdir. Nə vaxt zərf düzəltməz? Kimdə, nədə, harada sualına cavab verəndə zərf düzəltməz və sözə bitişik olmalıdır özdə. Fərid gündə əmisi ilə gedərdi. Nə vaxt zərf düzəldib? Məsələləri birlikdə həll etməyimiz daha məsləhətlidir. Necə həll etməyimiz? Yəni kimdə, nədə sualına cavab vermir. Ona görə zərf düzəldib burada da. Ərazidə görünə, harada? Buradadır. Zərf düzəldən şəkilçi deyil. Yerli kal şəkilçisidir burada. Yəni, güllərini almaq üçün işaret etmişdir. Bunu götürdük. Yayda, burada nə vaxt? Fikrət hamı ilə təklikdə danışırdı. Necə danışırdı burada heç? 56. Sualla davam edək. Tərkibində düzəltmə zərf olan cümləni müəyyən edin. Tərkibində düzəltmə zərf olsun. Deyir, o hadisədən sonra Fərrux hərdən qocaya baş çəkirdi. Nə vaxt hərdən? Düzəltmədir də, deməli bu, özü zaman zərfidir və A variantını götürə bilərik. Gecə 57. Hansı cümlədə sadə düzəltmə və mürəkkəb zərf işlənmişdir? Çoxdan gözlədiyimiz, çoxdan nə vaxt deməli düzəltmə. Qar artıq tez-tez yağmağa başladı, mürəkkəb. Deməli, bu sadə olan yoxdur, ona görə keçdik. Dünən sadə, anam diqqətlə, məsələn, diqqətlə nə tərzdə, deməli, düzəltmə, məsələn, mənə bir anlatdı. Necə anlatdı, nə tərz anlatdı, bir, deməli, bu da oldu mürəkkəb.
Deməli B variantını götürə bilərik cavab kimi. 58. Hansı nümunədə zərf yoxdur deyir. Zərf yoxdur hansının. Ölkənin şöhrəti yüksələn zaman vüqarla dayanır qalalar da. Deməli zərf yoxdur. Ölkənin şöhrəti yüksələn zaman heç nə yoxdur. 52. Vüqarla dayanır qalaları da. Deməli vüqarla dayanır. Necə, nə tərzdə dayanır? Deməli bu tərz hərəkət zərfi sayılır. Ona görə də burada zərf var. Sonra gecə ürəyim alıb sinəmdən, deməli deyir ki, gecə ürəyimi alıb sinəmdən məşəl tək tutaram başımın üstə. Deyir, nə vaxt ürəyimi alaram deyir, gecə. Deməli, burada zərf var, zaman zərfi. Deməli, B variantını keçdik. Təki ürəyimdə bayramım olsun, bahara çevrilir payızda, qışda. Təki deyir, ürəyimdə bayramım olsun, burada yoxdur. Birinci misrada bahara çevrilir payızda, qışda. Deməli, payız, qış sözləri burada nə sualına cavab verdiyi üçün sayılır isim. Deməli, burada zərf yoxdur bu C variantında, 58-də. D variantında həmişədir, E variantında hərdəndir, yəni zərflərimiz. Düzəltmə zərf işlənmiş cümləni müəyyən edin, 59-da baxaq. Düzəltmə qəsddən 3 gün keçirdi. Nədən? Qəsddən. Qəsddən yox, qəsddən. Deməli, nədən sualına cavab verir? Deməli, burada çıxışlı halda olan qəsd isminə artırılıb dan-dən. Çıxışlı halda olan sözdür. Deyir ki, düzəltmə zərf işləmiş. Düzəltmə zərf yoxdur burada. Deməli, düzəltmə zərf yoxdur. Biri keçdik onun üzərindən. Ondan sonra 2. O qəsdən bərkdən danışırdı. Deməli, o qəsdən bərkdən danışırdı. Nə tərzdə danışırdı? Qəsdən danışırdı. Deməli, qəsd burada sözün kökü, ən leksik şəkilci. Deməli, baxdıq buradakı düzəltmə zərf yoxdur deyir, burada var. Deməli, bərkdən danışırdı, burada da var həmçinin. Yəni, 2-nin də üzərinə keçdik. Bizə düzəltmə zərf işlənmiş cümlə lazımdırsa əgər 2-ni götürə bilərik. 2-ni götürə bilərik. Deməli, baxırıq 4-ə. Yox, 3-ə. Sədaqətlə birlikdə yazdığımız musiqini hamı bəyəndi. Sədaqət burada insan adı kimi gedir və bu da lə sayılır qoşma, birgəlik qoşması. Burada yoxdur, birlikdə. Burada var, birlikdə. Necə yazdığımız birlikdə. Deməli, nə tərzlik, bir də də. Burada hər ikisi leksik şəkilçi sayılır və zərf şəkilçisi, tərz hərəkət. Düzəltmə zərfdir özdə. 2, 3. Qəhrəmanlıqla döyüşmək, nə tərzdə döyüşmək? Burada da görürük ki, lıq və la zərf cəldən şəkilçilər kimi işlənib. Deməli, burada görürük 2, 3, 4 cavabımızı götürə bilərik. Bir dənə 5-ə də baxaq. Mən bunları təzə öyrənmişəm. Burada isə yoxdur. Deməli, yəni düzəltmə zərfi deməli görə bilmirik. Yəni, təzə zərfidir, o da sadədir. Sonra keçdik 60-a. Tərkibindəki modal söz olan cümlələr müəyyən edin. Tərkibində modal söz olsun. Modal söz olan cümlələrdən birində zaman, tərz hərəkət və kəmiyyət zərfi işlənmişdir. Axır ki, nənəmiz dünən gəlib çıxdı. Deməli, axır ki sözü var burada. Deməli, nəhayət mənasındadır. Baxaq görə indi cümlələrində zaman varmı? Nənəmiz dünən var, zaman var burada. Ondan sonra tərz hərəkət varmı? Tərz hərəkət gəlib çıxdı. Deməli, bizi bağrına basaraq xeyir dua verdi. Yoxdur, bu variantı keçdik. Əlbəttə modal sözdür. Əskərlərimiz dünən zaman zərfidir. Deməli, sonra cəsarətlə tərz hərəkət zərfidir. Ondan sonra döyüşdüklərinə görə ruh yüksəkliyi xeyli artmışdı. Xeyli də miqdar zərfləridir. Deməli, cavab elə bu da kəmiyyət miqdarı. B variantını götürə bilirik. Ondan sonra keçək 61-ci sualımıza. Modal sözlü cümlələrin birində tərkibində zaman, kəmiyyət və tərz hərəkət zərfi işləmişdir. Sanki deyir kimsə, birinci tapaq görə modal söz var, deyir bu modal söz. Kimsə bu xəbərləri dərhal biri bu zaman sənə çatdırır, yenə də zaman bizi üzə qoyur. Bu da tərz hərəkət. Başqa nə yoxdur burada? Kəmiyyət yoxdur burada. Variantını keçdik. Belə ki, bugün belə ki, bağlacılardır. Deməli, bugün Aysu həvəslə işləmiş, biraz yorulmuşdu. Modal söz yoxdur, heç baxmırıq. Doğrudur modal söz. Deməli, Gülənbər xala azacıq duruqdur. Azacıq miqdar, yəni kəmiyyət zərfi. Kəmiyyət yazaq üzərinə duruqdur. Birdən deməli,
zəminəni tanıyıb gülümsədi. Deməli, burada da zaman z yazıq. Deməli, zəminəni tanıyıb gülümsədi. Bəs hansı yoxdur? Tərz hərəkət yoxdur burada. Deməli, keçdik bu variantın üzərində. Ondan sonra tanıyıb da fe'l bağlama idi. Məhəmmədəli kişi həqiqətən modal sözdür. M yazıram. Deməli, modal söz. Allah adamı idi. Ona görə cəmaat da həmişə zaman zərfi onun xətrini də çox istəyirdi. Çox burada miqdar zərfidir. Deməli, burada biz tərz hərəkəti görmürük. Bu variantda keçdik. Şübhəsiz modal sözdür. Modal söz. Aysel indi də, indi zaman zərfi. Zaman yazdıq üzərinə. Xeyli işləyərək kəmiyyət miqdar, kəmiyyət. Tapşırıqlar dürüst də ki, dürüst yerinə tərzdir. Bu da tərz hərəkət. Deməli, cavab elə E variantı olur. 62. Zərfin quruluşca hər üç növünə aid nümunə hansı cümlədədir? Yəni, quruluşca deyirsə, sadə düzəltmə mürəkkəbdən söhbət gedir. Deməli, zərfin quruluşca hər üç növünə aid nümunə lazımdır bizə. İllərlə görmədiyim dostum indi təəccüblə mənə baxırdı. Deməli, nə vaxt görmədiyim illərlə deyir burada. Deməli, hər üç növünü deyir də. Düzəltməni tapdıq buradadır. İndi sadə. Ondan sonra təəccüblə mənə bu mürəkkəb yoxdur. Bu ilğımların altında dünən nə olacaq burada? Sadə zaman zərfi. Ondan sonra getdiyi yolu bugün mürəkkəbdir. Geri də sadədir. Hamısı sadə mürəkkəb oldu. Düzəltmə yoxdur. Çoxdan Rus teatrında çalışan, çoxdan burada sayılır leksik şəkilçi və deməli düzəltmə zərf. Rus teatrında çalışan aktrisa indi sadədir. İndi sadədir. Deməli bunu götür. İndi birdən-birə də olacaq mürəkkəb zərf. Deməli, sualın şərtində quruluşça hər üç növünə aid nümunə götürə bilərik bunu. Keçdik 60. Zərfin quruluşça hər üç növünə aid nümunə hansı cümlədədir? Yavaş-yavaş mürəkkəb toplayıb irəli sadə, doğru getməyə və düzəltmə olan yoxdur. Keçdik. Yayda düzəltmə, daha leksik. Doğmalarına ayrılmış indi sadə, dönən qoca, birdən-birə də mürəkkəb. Deməli, biz bunu götürə bilərik. Ondan sonra 63. Nümunələrdən birində müxtəlif mənalı sözlərdən əmələ gələn mürəkkəb tərz hərəkət zərflər işləmişdir. Müxtəlif mənalı sözlərdən əmələ gələn. Müxtəlif mənalı, baxaq görək. Birdən-birə yox, müxtəlif mənalılar bitişik yazılırlar. Deməli, dərhal bəndbərə yaxın mənalı yox, bu da sırağa gün sadə sözdür, sadə zaman zərfi, yağan yağış, dünən axşamüstü, deyə buradadır. Sual şərtini oxuyaq. Nümunənin birində müxtəlif mənalı sözlərin əmələ gələn mürəkkəb tərz hərəkət deyir. Yəni, axşamüstü zamanda kəsdi, burada keçdik bu variantın üstündən. Kərim kişi at üstü, deyə buradadır. Necə dərəyə yaxınlaşdı? At üstü. Deməli, burada müxtəlif mənalı at, bir də üst sözlərin birləşməsindən yaranan at üstü tərz hərəkət zərfi var. Asta-asta eyni sözün təkrarı gedir. Gecə yarısı bu zaman sayılır. Səhərə yaxın da zaman sayılır. Yavaş-yavaş eyni sözün təkrarı sayılır. 65-ci suala baxırıq. Zərfin bütün məna növlərinə aid nümunələr işləmiş cümləni müəyyən edin. Ara bir zaman, sonra yağış yağanda yuxarıdan z-nı yazaq bura. Yağış yağanda yuxarıdan yer. Deməli, bir az su axır, bir az saydı burada, çünki su sözünə aiddir. Axır evdəki sifətdir, çox narahat edir. Evdəkiləri çox narahat edir. Çox da olacaq kəmiyyət. Bəs hansı olmadı bizdə tərz hərəkət? A variantını keçdik. Azad əvvəlcə müəllimə baxdı. Nə vaxt müəllim? Əvvəlcə zaman müəllimə baxdı. Sonra yenə də zaman astaca sağa, astaca olacaq tərz t yazaq. Sağa yer zərfidir, y. Kəmiyyət dönərək otaqdan çıxdı. Tərz hərəkət varmı burada? Kəmiyyət zərfi varmı? Xeyr, yoxdur. Keçdik üstündən. Biz irəli gedib, irəli yer. Ondan sonra gedib hər tərəfi ehtiyatla deməli, hər tərəfi götürə bilərikmi yer zərfi? Ona baxıram, hər tərəf. Deməli, hər tərəf.
Hər tərəfi yox, götürə bilmərik məncə. Bunun bu əvəzlik deyə bilərik buna. Deməli, ehtiyatla sözünü baxaq. Bu olacaq tərzi hərəkət zərfi, t yazaq. Nəzərdən keçirir, burada yoxdur. Uşaqlar bağdan, bağ isimli bir az meyvə, bir az saydı, meyvə dərib, yavaş-yavaş tərzi hərəkət sayılır. Yavaş-yavaş olacaq tərzi hərəkət. Oradan orada olacaq, ora, bura, bu da yer. Burada hamısı yoxdur, ona görə çıxdım. Səlim cəld, tərzi hərəkət. Otaqdan çıxdı, otaq isimli çıxdı. Sonra zaman biraz fikirləşib kəmiyyət, fikirləşib geri də yer. Hamısı var burada E variantında. Zərfin bütün deməli bunu silək. Deyir ki, zərfin bütün məna növləri işləmiş cümlə eyni tip. Anam hər gün tezdən durar. Anam hər gün burada zaman. Tezdən deməli zaman yəni də durar. Astaca tərz. Həyətə enər. Həyət isimli enər. Səhər yeməyi nə zaman yemək deyə bilirik? Yox, isimli. Onun üstünə xətt çəkirik. Yeməyi üçün hazırlıq görərdik. Yoxdur burada işte. Deməli, sənəm əvvəl geyinib, əvvəl olacaq zaman. Geyinib evdən çıxdı, evdən isimli. Sonra yenə də zaman. Yavaş-yavaş tərz hərəkət. O birisilər yoxdur. Keçdik, hamısı yoxdur. O indi zaman. Az və astadan, az və astadan. Az danışır, astadan danışır. Az söz nə olacaq? Danışır feilinə bağlı olduğuna görə kəmiyyət zərfi. Astadan danışır, nə tərz danışır? Tərz hərəkət zərfi. İndi yer üçün baxaq görək. İçəri. Bu da yer zərfi. Hamısı var burada. Ona görə də C variantını götürə bilərik. 67. Nümunələrin birində zərfin bütün məna növləri işlənmişdir. Fikrimiz, qəlbimiz versin əl-ələ. Əl-ələ versin. Deməli, burada yox, əl-ələ. Deməli, əl-ələ versin deyir. Bu olmaz. Əl-ələ vermək bu frazoloji kimi gedir də burada. Ona görə getirmirik bunu zərf kimi. Biz nə görmüşük? Biz nə görmüşük deyir. Dünyada hələ. Hələ burada zaman zərfidir. Başqa yoxdur burada. Keçdik. Niyə gəldik üz-üzə? Niyə heç? Gəldik üz-üzə. Bu olacaq tərz. Üz-üzə söz gəldik sözünə aiddir. Səmtiniz ki, başqadır. Başqadır səmtiniz. Deməli, bu heç. Başqadır. Bu olacaq sifət. Bu variantın üzərinə keçdik. Sayrışan işıq. Topası tədricən düzüm cərgələnir, tədricən cərgələnir. Tədricən sözü necə bu tərs, düzüm də tərs. Sanki indicə zaman ətrafı nura qərq, deməli ətrafı nura qərq edirdi. Bunu deyə ətrafda deyərik. Haranın ətrafı? Ətraf ismidir də bu. Nura qərq edəcəkdir. Bu yox, burada yoxdur. D-yə baxaq. Beləcə böyüdük. Beləcə böyüdük deyir. Deməli, necə böyüdük? Beləcə. Buna biz deyərik ki, əvəzlik istiqəl ədat. Bu heç. Böyüdük bir zaman bizdə. Nə vaxt? Bir zaman. Bu olacaq zaman zərfi. Z, bizdə heç. Bizimlə yatacaq daşdan xəbərsiz. Yoxdur burada yəni hamısı. Ona görə pristav kazakları burada yer, ağaca sarıyan heç, adamları indi zaman, tez tapıb tərz hərəkət, deməli, tutacağına, bağabağına tapıb həbsxanaya aparacağına çox inanmışdı. Demək, yer harada idi? Burada yer var, tərz hərəkət var. Çox inanmışdı. Çox sözü hərəkətin miqdarını bildirir. Bu da kəmiyyət. Hamısı var burada. Götürürük. Nümunənin birində zərfin bütün məna növləri işlənmişdi. 68. Deməli, əgər siz dinc dayansaydınız, deməli, dinc olsun tərs. Ondan sonra mən nə buraya yer gələrdim, nə də sizi çağırardım. Yox, tamsı. Küləklər bu axşam dönmüşdü nəyə? Nə vaxt bu axşam? Deməli, bu zamanımız dönmüşdü nəyə? Kədər hıçqırırdı, hey için. Ney burada alətin adıdır, musiqi aləti. Kədər hıçqırırdı, hey içində tərs. Deməli, heç burada keçdi. Həsən ağa sakitcə onu süzür. Nə tərzdə süzür? Sakitcə tərz.
onu süzür. Ara bir olacaq, yenə də tərs. Dodaq altı yenə də tərs. Gülürdü, yoxdur o birlər. Oğlan titrək əlləri, titrək sifətli, o əlləri ilə cəld açıb, Deməli tərs qapını açıb içəri yer girdi və orada bu da yer çox dayanmadı, kəmiyyət miqdar. Bəs zaman hansı idi? Zaman yoxdur. Keçdik E variantı. Təbiət özü də kövrəlib, biraz kövrəlib. Biraz sözü kövrəlib feilinə bağlıdır. Bu olacaq deməli kəmiyyət. Göylər, yox, bunlar isimlər gedir. Üzü qoylu düşüb. Üzü qoylu nə tərzdə? Deməli tərs. Buraya yer. Göz yaş tökəcək sanki indicə. İndicə olacaq zaman. Hamısı buradadır E variantında. Düzəltmə zərfləri müəyyən edin deyir 69-cu testdə. Düzəltmə qəfildən necə? Deməli bu qəfildən gəldi məsələn belə fe'l fikirləşə bilirəm ondan sonra. Kənddən bu isimdir, yer, məkan mənası bildirir, dəqiq yer bildirir. Hərdən bir gələrdi. Bizə nə lazım düzəltmə? Hərdən hər bir də bir. İki dənə söz var da, yəni burada keçdi, mürəkkəbdir bu. İgidcəsinə döyüşürdü. Necə? Deməli burada cəsni leksik şəkilçidir. Bunu da götürə bilərik. Şairanə danışırdı məsələn. Şairanə söhbətlər edirdi. Yəni bunu da götürə bilərik. Anə burada zərf şəkilçisi kimidir. Söhbətçil insan. Bunu götürə bilmirəm. Çünki bu fe'l tələb eləmir özündən sonra. Tələb eləmirsə sifətdir. Bu ancaq isimlər tələb eləyir. 1, 4, 5. Deməli 1, 4, 5 cavabını götürdük. Deməli 69-cu testdə. Ondan sonra indi baxırıq 74-cü testimizə. Yox, daha doğrusu deməli 70-ci testimizə. Dəqiqə. Düzəltmə zərfləri müəyyən edin deyir. Əvvəlki sözdən sonra fe'l qoya bilirik? Yox. Əvvəlki hadisə, bax isminə qoya bilirik də, keçdi bu. Çoxdan gəlmişdi. Bunu götürək. 2. BC-də bunu keçirik bu tərəfə. Addımbaşı bizi izləyirdi. Necə addımbaşı? 2 dənə sözün birləşməsinə var. 2 söz var burada. O düzəltmə yox, mürəkkəb gedir. Bunu da çıxdıq. Qaraşın məsələn saçlar. Bu fe'l tələb eləmir də özündən sonra. Hərəkət tələb eləmir. Ancaq isimlər tələb eləyir. Bunlar da keçdik. Qəhrəmancasına döyüşdü. 5-i də götürək. Qəflətən gəldi. Bu da həmçinin götürək. Bunu da deməli qəflətən deməli oldu 2, 5, 6. Tərz hərəkət zərfi işləmiş cümlələri müəyyənləşdirin deyir. 71-ci suala baxırıq. Tərz hərəkəti. O körpəsini məhəbbətlə süzdü. Necə süzdü? Məhəbbətlə. Baxırıq ki, mücərrəd ismi qoşulub, deməli bunu götürə bilərik tərz hərəkət kimi. 1. Əhməd gülə-gülə fe'li bağlamadı. Təkrarlanan fe'llərə qoşulan ə şəkilçisi. Bunu götürə bilmərik. Hava gözlənilmədən, yenə də mədəni görürük. Burada fe'li bağlamadı. Fe'lə qoşulub, yəni. Mehbarə qonşusu ilə dilucu. Dilucunu götürə bilərik. Necə salamlaşdı dilucu? Deməli, tərz hərəkət zərfidir. Bu da 4. Hərdən bir bizə gəlir. Nə vaxt gəlirdi? Bu da zaman zərfidir. Bunu da çıxdıq. Düzəltmə zərf işləmiş cümlələr müəyyən edin deyir. Düzəltmə zərf, yəni leksik şəkilçi. Qəsdən danışırdı. Bax, burada qəsdən demir, qəsdən, qəsd ismi var. Qəsd eləmək, yəni kimisi öldürmək. Nədən danışırdı qəsdən? Bu çıxışlı hal şəkilçisidir. Bunu keçdik. Ondan sonra deyir ki, Firəngiz danışa-danışa. Burada yenə görürük ki, fe'lə qoşulub a-ə. Deməli, bunu fe'l bağlama götürürük, çıxdıq, paltosunu geyindi. Nə lazım? Zərf işlənmiş, 2-ni çıxdıq. Qocalar yanaşı oturmuşlar. Nə tərzdə oturmuşlar yanaşı? Yan, aşı. Zərf şəkilçisi var, aşı. Bunu götürə bilərik. Əzavlara mərdliklə sinə gərdik. Nə tərzdə sinə gərdik? Mərdliklə. Mərdlik mücərrəd isminə lə artırılıb və düzəltmə zərf yaradılıb. Deməli, 4-ü götürürük, 3, 4. Mən bunları indi öyrənmişəm. Deməli, bunları heç, bu olacaq əvəzlik, indi. Baxırıq, burada var. Bizə nə lazım? Düzəltmə. Bu sadə dax. Deməli, oldu 3, 4. 3, 4. Deməli, keçdik. Düzəltmə zərfləri müəyyən edin deyir. Düzəltmə zərf. Deməli, məncə sözü deməli, şey olar da, nədə adı? Qoşma ola bilər, orada. Məncə bütövlükdə modal söz ola bilər. Yəni, bunu keçdik. Düzəltmə zərf deyir də. Bilməcə.
Bilməcə sözü isim ola bilər, tapmaca mənasında. Yəni məcə leksik şəkilçidir. Gölməcə, bilməcə, bura məhkəmə, gölməcədə məhkəməsənin leksik şəkilçi gedir. Latınca, dil mənası yaradıb götürək bunu. Gəlincə, gəlincə yəni gələnə qədər. İncəni görürük, fe'lə qoşulubmu? Fe'lə. İncə onda fe'li bağlama şəkilçisi sayılır. Onda bunu da çıxdıq. Mehribancasınanı görürük biz burada. Götürə bilərik bunu zərf şəkilçisi kimi və düzəltmə zərf kimi. Ondan sonra ustalıqla mehribancasına söhbət edirdik. Bax, fe'lə aiddir. Sonra ustalıqla deməli yolu keçdi. Yəni keçdi fe'linə bağlıdır. Deməli burada da ustalıq, bir də la. Deməli bu da düzəltmə zərfdir. 5-6. 5-6-nı götürə bilirik. Hansı sözlər zərfdir deyir. Hansılardan sonraki fe'l qoya bilirik, onlar zərfdir. Yoxsa zərf sayılmayacaq. Deməli, bircə dəqiqə. Davam edirik yenə də. Deməli, hansı sözlər zərfdir deyir. Baxırıq bura sağa sola boylandı. Fe'l tələb eləyir? Tələb eləyir. Biri götürdük. Baxa-baxa görürük yenə də fe'lə qoşulub. Fe'lə qoşulubsa nə sayılır bu? Fe'li bağlama. Keçdik 2-nin üzərinə. Gülə-gülə yenə də görürük fe'lə qoşulub burada. Fe'li bağlama şəkilçisi var axı A. Bunu da keçdik. Yan-yana dayandılar. Bunu götürmək olar tərz hərəkət zərfi kimi. Uzaqdan uzağa baxdılar. Baxışdılar məsələn bu formada. Yəni fe'l tələb eləyir özünə, tələb eləyir. Tərz hərəkət zərfi kimi götürmək olar. Çatar çatmaz. Yəni görürük ki, fe'lə qoşulub. Armaz, ərməz var, fe'li bağlamada fe'lə şəkilçi var. Deməli, onu da götürə bilmərik biz. Çünki fe'li bağlamada. Oldu bizim üçün 1, 4, 5. Keçdik 75. Hansı cümlələrdə zərfin quruluşu hər üç növünə aid nümunə verilmişdir? Hər üç növünə aid deməli nümunə deyir. Sağa solu vurnuxan at birdən qulaqlarını şəklədi. Haraya deməli sağa sola yer zərfidir burada. Quruluş hər üç növ deyir də. Sağa sola mürəkkəb. At birdən düzəltmə şəklədi və irəli də ki sadə. Leksik şəkilçisi yoxdur. Sadə yer zərfi. 1 ilə başladıq. Buludların arasından ara sıra bərq vuran feilinə aiddir. Deməli, bunu da götürdük mürəkkəb kimi. Ulduzlar sanki yerdə öz sahibini axtarırdı. Deməli, burada yoxdur zərf. Deməli, öz sahibini axtarırdı. Bunu keçdik üstündən. Anası ilə üzbəüz mürəkkəb, mehribanlıqla düzəltmə, söhbət etməsi uzaqdan aydın, deməli, aydın görünürdü. Aydın da ki, olacaq tərzi hərəkət zərfi. Deməli, tərzi hərəkət zərfi götürə bilərik bunu. Deməli, bizə nə lazım? Hər üç növ, hamısı var da burada, üçlü götürürük. O dizin-dizin sürünərək, dizin-dizin, nə tərzdə sürünərək? Dizin-dizin sözünü biz mürəkkəb götürdük. Ondan sonra çarpayının yuxarı sadə götürdük. Tərəfinə gəldi. Amma düzəltmə olan yoxdur. Sürünərək nədir? Fe'l bağlamadı bu heç. Deməli, addım başı mürəkkəb götürdük. Saxlanılan avtomobillər sərhədçilər tərəfindən dəfələrlə miqdar zərfi, kəmiyyət zərfi düzəltmə özdə yoxlanıldıqdan sonra bitişik buna buna bitişiksə əgər keçində demişdik ki, bu qoşma sayılır. Tek suala cavab verirsə əgər zərf. Tez, ehtiyat yola, tez nədir bu? Sadə. Hər üçü var da var. 5 də götürək. Oldu cavab 1, 3, 5. Keçdik 76. Mürəkkəb zərfləri müəyyən edin deyir. Fe'l tələb eləyirsə diz-dizə oturmuşdular. Biri götürdük. Qaça-qaç nə isimdir bu? Gülə-gülə fe'lə qoşulub, fe'li bağlamadı bu. Keçdik bunun üstünə. Vur-havur nə? Bu da heç isimdir. İlbəil artdı. Bunu götürə bilərik. 2 dənə sözün birləşməsi var burada. Oğrun-oğrun baxırdı. Bunu da götürə bilərsiniz. Deməli, mürəkkəb zərf kimi. Oldu 1, 5, 6. 1, 5, 6. Ora sözü ardıcıl olaraq hansı şəkilçiləri qəbul etdikdən sonra deyir ora sözü ardıcıl olaraq hansı şəkilçiləri qəbul etdikdən sonra yenə zərf olaraq qalır. Deməli, oralıq deməli, orada, belə deyir də, deməli, oradakını sildik. Çünki daki sifət cəldən şəkilçidir. O, deməli, zərf olaraq qalır da deyir. Yəni ki, qrammatikləri götürəcəyik də biz onda. Leksik şəkilçiləri çıxırıq.
oralıq. Deməli bunları çıxdıq, sıradan çıxdıq. Deməli da yerlik hal şəkilçisi, lar da olacaq cəm şəkilçisi. Deməli onları qəbul eləyəndə şey olur da, qrammatik şəkilçi axı nitq hissəsini dəyişdirmir. Ona görə bunu götürdük. Sonra verilmiş nümunədə zərfi mənaca hansı növləri işlənmişdir deyir. Deyir o yenə də təbiətinə sadiq idi. O yenə sözü zaman zərfi mənaca hansı növləri işlənmişdir. Zamanı götürdük buradan. Təbiətinə sadiq idi. Təsadüfən gəlib çıxdığı deməli çıxdığı bir kəndli komasında da səhərə qədər deyir, qədər qoşmadı burada. Oxuyur, sonra zaman götürürük aramla nə tərzdə tərz hərəkət yoluna davam edirdi. Kəmiyyətlə yeri tapmadıq biz buradan. Kəmiyyətlə yer həm də yoxdur bunlar. 1-2 oldu. Keçdik neçəyə? 79-cu suala. Deməli, düzəltmə zərf işləmiş cümlələri müəyyən edin deyir. Gündə dayanma, kölgəyə keç. Harada sualına cavab versə düzəltmə zərf sayılmır, yerlik halda sayılır. Deməli bu keçdi. Ev sahibi otağa girəndə qonaq telefonla danışırdı. Telefon konkret isimdir, telefon ilə. Bu şey sayılmır, yəni burada sayılan ilə qoşmasıdır, yəni. Bunu keçdik üstündən. Yayda buraların nə vaxt yayda? Düzəltmə deyir də bizə, düzdür? 3-lə başladıq. Çünki yayda şeydir, nə adı? Zaman zərfidir, düzəltmə özdə. Tələbə adını qazanan Fatimə balaca uşaq kimi sevinirdi. Baxırıq burada görək, tələbə heç Fatimə balaca uşaq kimi sevinirdi. Burada yoxdur. Deməli, burada heç zərf yox idi. Keçdik 5-ə. Mahmud içəri sadədir. Daxil olub ehtiyatla, ehtiyat mücərrəd isminə qoşulub. Ehtiyatla deməli düzəltmə tərz hərəkət zərfidir. 3-5. Ondan sonra 80-ci suala baxaq. Mürəkkəb zərf işləmiş cümlələr müəyyən edin deyir 80-ci sualda. Mürəkkəb zərf. Usta yenə gülə-gülə feili bağlamadı, feilə qoşulub A-ə. Deməli bu biri keçdik. Kitablar rəfdə yan-yana düzülmüşdü. Nə tərzdə? Deməli 2 dənə sözün birləşməsindən yaranıb tərz hərəkət zərfi. Rüstəm kişi əlləri əsə-əsə əsmək feilinə qoşulub görürük. Feili bağlamadı bu da. Bunu götürmürük. Pişik ovuna doğru asta-asta. Deməli bunu götürə bilərik. Feilə qoşulmayıb. Sonra ağacdan bir qədər alma dərdik. Bir qədər sözü ola bilər zərf, amma alma sözünə bağlı olduğuna görə götürmək olmaz, çünki saydı orada. Oldu bizim üçün burada 2 və 4 cavabları. Ondan sonra verilmiş cümlələrin zərflərlə bağlı doğru fikirlər müəyyən edindir. Sərvər çoxdan, deməli zərfi tapaq bir də sərvər çoxdan. Açılmamış heç feildir bu. Kitab şkafının açarını vurdu. Deməli bir dənə çoxdan zərfi var. Birlə bağlı tapaq. Bizə nə lazımdır? Doğru fikirlər. Quruluşca düzəltmədir. Leksik şəkilçisi var, düzəltmədir. Deməli birlə başladıq. Kəmiyyət zərfidir. Yox, çoxdan açılmamış söz dedim də. Deməli nə vaxt sualını verdik axı biz bura. Bu heç səhvdir. Kəmiyyət yox, zamandır. İkincidə zərfi tapaq. Əjdər onun ayaq səslərinin eşidilmədiyini görüb yavaşca deməli geri döndü. Nə tərzdə yavaşca? Biri bu. Cavab burada ədatdır. Geridəki yer zərfidir. Baxaq, cümlədəki tərz hərəkət zərfi digər bir zərfi izah edir. Tərz hərəkət yavaşcadır. Yavaşca sözü nə ilə bağlıdır? Ona baxaq. Yavaşca geri sözünü də aiddir, yoxsa döndü? Yavaşca döndü də, düzdür? Yavaşca geri demirik ki biz, yavaşca döndü. Deməli bu burada deyir ki, zərfi izah eləyir. Tərz hərəkət zərfi digər zərfi izah edir. Yəni onunla bağlıdır. 3 səhvdir. 4-ə baxaq. Sadə yer zərfi təsvirlənən feilə aid olub, cümlədəki zərflik vəzifəsində işlənib. Geri burada yer zərfliyi idi. Özdə baxırıq ki, döndü. Xəbər şəklində olan feilə bağlıdır, yəni zaman zərfi. Ona görə də götürə bilərik 4-ü. Deməli 1, 4. Sonra 3-ə baxaq. Cümlədəki 3-nə yox, tapaq birinci. Sara xatun hirslə dönüb, hirslə burada nə olacaq? Tərz hərəkət zərfliyi özü düzəltmə. Dönüb ağır-ağır, bu da mürəkkəb. Tərz hərəkəti alaçıqdan çıxdı. Alaçıqdan yer mənalı isimdir. Cümlədəki tərzi hərəkət zərflərindən biri düzəltmə, digəri isə mürəkkəbdir.
Bəli, biri düzəltmədir, D yazıram bura, bir də mürəkkəbdir. Deməli, hər hərəkət zərflərinin biri düzəltmə, deməli 5-i götürək. 6-ya bax, hər iki zərf cümlədə müstəqil cümlə özü vəzifəsində işlənib. Təhlil eləyək. Çıxdı xəbər. Kim çıxdı? Sara xatun. Nə tərzdə deməli, haradan çıxdı? Bu olacaq yer zərfliyi bu şey belə. Necə çıxdı? Ağır-ağır, özü təkcə. Bəs deməli, necə çıxdı? Deməli, hirslə dönüb ikinci zərfliyimiz. Hirslə sözü zərfdir. Tək deyil ki, yox. Dönüb fe'li bağlamasına qoşulub da, fe'li bağlama tərkibinin daxilindədir. Burada deyir ki, müstəqil. Müstəqil o deməkdir ki, tək. Biri müstəqildir, ağır-ağır. O birisi isə yox. Ona görə altını götürmürük. Oldu 1, 4, 5. 1, 4, 5. 82. Uyğunluğu müəyyən edin deyir. Deməli 1, 2, 3. Hərəkətin necə icra olunduğunu bildirir. Baxaq görün birə nə aid olur. Sonra hərəkətin nə zaman icra olduğunu bilir, hərəkətin harada icra olduğunu. Yəni burada demək istəyir ki, necə tərz hərəkət, zaman və yer zərflərində. Sürətli danışıq fikrin, sürətli danışıq nədir? İsimdir. Bu olmaz. Yəni fikrin anlaşılmasını çətinləşdirir. Heç yerdə yazmırıq bunu. Çünki burada zərf yoxdur heç. O bizdən xeyli irəlidə idi. Burada xeyli sözünü görürük. Bir də irəli sözünü görürük biz burada. Xeyli irəlidə. Xeyli sözü hərəkətlə bağlı deyil ki, düzdür. Hərəkətin miqdarını bildirmir ki, yox. Əlamətin və hərəkətin miqdarını bildirmirsə, deməli onu götürə bilmərik. Onu deyərik ki, deməli say deyərik də ona. Say da deməli xeyli irəlidir. Deyərik də elə say deyərik. Deməli, bura nə lazımdır? Bizə baxaq görüm, hərəkətin harada icra, nə zaman, necə icra olunduğunu bildirən yoxdur burada B-də. Keçdik bunda. Səhər açılanda yola düşdük. Səhər açılanda deyir ki, hərəkətin necə icra olunduğunu bildirir. Zərflər, deməli, bir dənə B-yə baxaq, o bizdən xeyli irəlidə idi. Burada şey yoxdur, necə icra olunduğunu bildirən yoxdur. Nə zaman icra olunduğunu bildirən yoxdur. Bir də harada var, irəli var axı burada. Deməli, bu B-ni yazaq. B-ni yazaq. Bir dəqiqə. Harada sözün, yəni bura. Sonra C-yə baxın. Səhər açılanda yola düşdük. Burada zərf yoxdur ki, heç. Nə zaman açılanda deyə bilirik? Yox. Ona görə də keçdik bunun üstündən. Ondan sonra yağış birdən-birə gücləndi. Nə vaxt birdən-birə? Deməli, necə gücləndi daha doğrusu? Necə gücləndi? Birdən-birə gücləndi. Deməli, bunu yazaq necə icra olunduğunu bildirir birdən-birə. Bu hansı D? D-ni yazırıq bura, birin yanına. İndi yazda hər tərəf yaşıl dona bürünür. Nə vaxt? Yazda. Burada da var, deməli, yazda zaman zərfi. Zaman. Deməli, bura yazırıq E variantı. Çox. 1-ə D, 2-yə E, 3-ə B. 83-cü sualımıza baxırıq. Uyğunluğu müəyyənləşdirin deyir. Hansı cümlədə zərflər hərəkətin necə icra olunduğunu bildirir, nə zaman icra olduğunu, hərəkətin harada icra olunduğunu. Köç yavaş-yavaş yaylağa qalxırdı. Necə qalxırdı? Yavaş-yavaş. Deməli, necə icra olunduğunu bildirir burada. Hərəkətin A-nı yazırıq birin yanına. Sonra 2-yə baxırıq. Axşam yeli qızın saçlarını üzünə dağıtmışdı. Deyə bilərik nə zaman yeli? Nə qızın saçlarını üzünə dağıtmışdı? Axşam. Deməli, axşam yeli bu söz birləşməsi kimdir? Yəni, nə zaman sualına cavab vermirsə əgər, deməli, bu getdi, üzünə sözdəki isimdir. Onu heç. İrəlidə palıd meşəsi görünürdü. Harada? Hərəkətin yerini bildirir. Harada icra olunduğunu. Buna yazırıq ki, C. 3-ə. Sonra qışda dağlar ağ donunu geyinir. Nə zaman? Dal zaman zərfinin şəkilçisidir burada. Buradakı nə zaman? 2-yə də yazaq D. 3 indi E-yə də baxaq. İrəlidəki dəkini görürük burada. Sifət şəkilçisidir. Körpü dağılmış, keçilməz olmuşdur. Burada yoxdur zərf. Deməli, biz bunları yekunlaşdırırıq. Biz baxdıq, deməli, hansılara bugün zərfin bir dəqiqə əvvələ gətirək bunu. Zərfin qulluqca növləri, zərfin mənaca növləri, zərflərin yazılışı. Bu bölməyə baxdıq. Növbəti izahımızda isə deməli, zərflərin cümlədə rolu və morfoloji xüsusiyyətləri olacaq.